Başlayaq müəllimlər. Dediyim kimi qayd göndərmişəm, amma qayddan əlavə istəyirəm ki, bu mövzunu sizə açar məqamlarla izah edim, ilkin anlayış formalaşsın. Sözsüz ki, bu mövzunu nə vaxt tam dərk edəcəksiniz? Biz bu mövzunu tam o zaman dərk edəcəyik ki, bizim 4 inkişaf sahəmizi keçək, onun alt standartlarını öyrənək, alt standartların mənasını öyrənək, alt standartlardan situasiyaya çıxardaq, əsas standartın nə olduğunu öyrənək, onu da tam biləcəyik. Hələ ki, mən sizə elə bil ki, yüngül bir informasiya verirəm də giriş kimi. Yəni sadəcə bu terminlərin mənasını, ardıcıllığını bilin ki, alt standartları öyrənəndə necə deyim, o puzzle aparıb tam dəqiq yerinə qoya biləsiniz. Yəni tam öz yerinə qoya biləsiniz də standart nə deməkdir, alt standart nə deməkdir. İndi kiçik bir məlumat verəcəm. Hər kəs məni dinləsin. Yəqin ki, ekranda hər kəsdə görünür. Kimdə görünmürsə çıxsın təzədən girsin və yaxud da ki, ekranı yuxarıdan aşağı sürüşdürsün. Kimdə əgər görünmürsə. Olmasa da qayd göndəriləcək. Yəni hər kəsdə mütləq ki görünür. Belə müəllimlər, başlayaq. Bir dənə deyə bilərsinizmi? Hər kəsdə görünürmü? 1-2 müəllim açsın, səsi desin. Bəli, müəllimə görünür. Müəllimə görünür. Əla, tamam. Dərsləri bağlayaq, indi başlayaq. Müəllimlər, var inşallah. Müəllimə görünür. Yuxarıdan aşağı sürüşdürün, müəllimə. Yuxarıdan aşağı barmağınızla aşağı sürüşdürün, o kaydırın. O 1-2-3 dəfə. 4 dəfə bəlkə də bir neçə dəfə eləyin. Bir də görürsünüz ki, səhifə yuxarı sürüşür. O olmazsa çıxın təzədən girin, mütləq düzələcək. Aha. İndi isə hamı səsi bağlasın, mən izah vereyim. Yəni belə mürəkkəb mövzuların izahını belə verəcəm. Kim tam aydın olsun. Çünki bu mövzu bizim bir növ əsas mövzumuzdur. Bu mövzu bizim metodikamızdır, situasiyamızdır. Belə deyim də, ən hegemon mövzumuz bu mövzulardan biridir. Yəni belə az olmağına baxmayın, həcminin balaca olmağına baxmayın. O qədər məna var ki burada, o qədər situasiya var ki, o qədər suallar çıxır ki buradan. Yəni çox suallar çıxır. İndi qarşılaşanda bu qeydlərimi götürərsiniz və deyərsiniz ki, hə müəllimə, düzdür, sizin dediyiniz qeydlər burada çıxır. Sözsüz ki, yenə də deyirəm. Mənim göndərdiyim video kaydlara baxmayan müəllimənin nəticəsi olmayacaq imtahanda. Bunu %100 deyirəm. İstəyir o PDF-i 10 dəfə oxuyun, 15 dəfə oxuyun. Quru-quruya PDF oxunmur. Yəni mütləq o kaydı qoyursunuz qabağınıza, qeyd dəftəri götürürsünüz, qeyd dəftəriniz olsun. Qeyd dəftəri olan müəllimə həmişə 1-0 qabaqdadır. Çünki qeyd dəftərinə bütün qeydlərinizi yığırsınız, imtahan qabağı da açırsınız, bir dənə qeyd dəftərini başdan ayağa bütün mövzular üzrə oxuyursunuz. Qutardı. Bununla da bütün biliklər geri qayıdır. Yəni yaddan çıxanı da daha PDF-ləri açıb axtarmırsınız. Qeyd dəftəriniz olsun. Elə qeydlər var ki, onların heç biri belə deyim PDF-də yer almır. Elə olur ki, mən situasiyaları canlandırıram. Ona görə də mütləq kaydı qulaq asanda qeyd dəftəriniz də yanınızda olsun. Fərq eləmir. Yüksək bal toplamağın əsas məqamı da budur. Yüksək bal toplayan müəllimlər bu şəkildə toplayıblar. Belə müəllimlər, var müəllimlər ümumi təlim nəticələri, var təlim nəticələri. Yəni ümumi təlim nəticələri. Biz inşallah illik cari plan keçəcəyik sizinlə. İndi MİQ müəllimləri üçün biraz çətin ola bilər. MİQ-lə sertifikasiyanın çərçivəsində mən bir yerdə keçirəm ki, 50-dən yuxarı bal toplaya biləsiniz. Yəni o dəfə də demişdim sizə. Kim sizə desə ki, sertifikasiyanın çərçivəsi bəs edir, o yalandır. 100% deyirəm yalandır. 60-dan bəlkə də bir 10-15 sualı MİQ-in çərçivəsindən düşür. Bəlkə də bir 20 sualı MİQ-in çərçivəsindən düşür. Yəni MİQ müəllimləri də bağçada işləmək istəyir, MİQ imtahanı verib müəllimlərin işə qəbulu. Sizlər də bağçada işləmək istəyirsiniz. Yəni işlə öz ixtisasınızı artırmaq istəyirsiniz. İkinizin də məqsədi nədir? Bağçada tərbiyəçi müəllim olmaq. Elə deyil. Demək ki, eyni dərslər, eyni belə deyim, mövzular, eyni təlimlər keçirilməlidir də. Yəni burada qeyri-adi bir şey yoxdur ki, MİQ müəllimləri xüsusi bir bağçaya getmir ki, siz də xüsusi bir bağçaya. İkinizin də bilməli olduğu məqamlar eynidir. Ona görə də dərindən bilməliyik. Gələcəkdə biz illik cari plan keçəcəyik. Bu mövzu orada da öz əksini tapacaq. İllik cari plan olsun, təlim nəticəsi, ümumi təlim nəticəsi. Bunlar biraz çətindir. Sözsüz ki, praktikası olan müəllimə üçün rahatdır qavramaq. Raylar deyirləri üst-üstə düşür. Amma nəzəriyyə baxımından belə deyim, nəzəriyyəsi zəif olan, daha doğrusu praktikası zəif olan müəllimə üçün biraz çətin ola bilər. Çünki onun praktikasını canlı görməsə biraz çətin olur. Ona görə də praktika vacibdir. Buradan yəni 4-cü kurs müəllimlərinə məlumat verim. Bacardığınız qədər praktikaya gedəndə mütləq lap belə deyim ətrafınızdan bağça müəllimlərinin sənədlərindən də öyrənin. Yəni sənədlərə baxın, illik cari plan nədir? Bunları nəzərdə saxlayın həmişə. Praktika önəmlidir. Sözsüz ki, mən burada kitabı da göstərəcəm sizə, məktəbə hazırlığın əyani vəsaitini də açıb göstərəcəm sizə,
standart nədir, alt standart nədir, illik necə yazılır, hamısı öyrədiləcəkdə. Sadəcə açdım bir də nəzərini öyrətdim, get imtahandan bal yığ, get yox. Öyrəndiyinizin həqiqi əsasını siz kitab üzərində tapacaqsınız. Nəyin nə demək olduğunu mən sizə göstərəcəm. Sadəcə sizdən istəyim budur ki, dərsə vaxtında dəqiq şəkildə qoşulun. Qoşulun ki, yaxşı balınız olsun. Belə müəllimlər, baxın, yenə də deyirəm, təlim nəticəsi var, ümumi təlim nəticəsi var. Təlim nəticəsi odur ki, təlimin nəticəsi, yəni bugünkü təlimin nəticəsi deməkdir. Bugün mən bir mövzu seçirəm, o mövzuda sonda bir məqsəd qururam. Məqsəd mənim təlim nəticəmdir. Ya təlim nəticəsi, ya məqsəd eyni mənanı verir. Yazarsınız dəftərinizə ki, məqsəd də, təlim nəticəsi də eynidir, eyni sözdür. Təlim nəticəsi də düşsə məqsəd deməkdir, məqsəd də düşsə təlim nəticəsi deməkdir. İki mənası var da, yəni. Amma ümumi təlim nəticəsi tamam fərqli bir şeydir. O nədir, onu da deyəcəm sizə. Təlim nəticəsi odur ki, müəllimlər, məsələn, məşğələ keçirsiniz uşaqlara, elə deyil. Məşğələnin sonunda 3 dənə məqsəd qoymusunuz. O təlim nəticəsinə siz çatmalısınız. O məşğələnizdə, cari planınızda qeyd olunur. Amma ümumi təlim nəticəsi sizin illiyinizə aiddir. Ümumi təlim nəticəsi odur ki, məsələn, 3-4 yaşın qrupunda, 3-4 yaş sonunu, 4 yaşın yəni sonunda tərbiyəçi müəllim ilin sonunda hansı bacarıqları yiyələndirdi uşaqları? Uşaq hansı təlim nəticəsinə çatdı? Ümumi təlim nəticəsinə çatdı, yəni. Baxın, ümumi təlim nəticələri bunlardır. Görürsüz? Böyük qrup, məsələn, 4-5 yaş üzrə inkişaf sahələrinə aid təlim nəticələri. Yəni, yaş qrupu üzrə təlim nəticəsi sözü varsa, ilin sonu deməkdir. Yaş qrupu üzrədirsə, ilin sonu. Yaş qrupu sonu üzrədirsə, ilin sonu deməkdir. Amma boş təlim nəticəsi yazılıbsa, yaş qrupu sözü yazılmayıbsa, bu o deməkdir ki, Xuraman müəllimə səsi Müəllimə bağlayaq. salam. Mən səsinizi eşitmirəm. Səs var yoxsa mən Bəli, eşitmirəm? müəllimə. Zəif gəlir. Zəif gəlir, Xuraman müəllimə. Çıxın təzədən girin. Sizdə yaxşıdır, səsiniz eşidilir. Biriniz qrupa yazarsınız ki, Xuraman müəllimə, çıxın təzədən girin ya da telefonunuzu söndürün, yenidən yandırın. Yazarsınız, mən dərsi bölməyim. Yazarsınız, orada yazmaq olur, yəni dərs dolu olada. Belə müəllimlər, baxın, yəni ilin sonu üçün təlim nəticəsi deyəndə bu təlim nəticəsi nəzərdə tutulur. 4-5 yaşlı, məsələn, 4-5 yaşlı uşaq, 4-5 yaşın sonu üçün. Fiziki hərəkətləri verilən komandaya uyğun yerinə yetirilməlidir. Yəni, verilən komandaya uyğun, masa arxasında mədəni davranış qaydaları olsun. Bunlar hamısı 4-5 yaşa aiddir. Unutmayın, bunların hər biri də inkişaf sahəsinə görə ayrılır. İnkişaf sahəsinə görə də ayırmağı da mən sizə göndərəcəm kurikulum PDF-indən, oradan baxarsınız. Sadəcə mən burada inkişaf sahələrini bir yerə yığmışam. Elə bil ki, 1-3 yaş üzrə bütün inkişaf sahələrində ümumi təlim nəticələrini bir yerə yığmışam, 3-4-də. Amma kurikulumda bir fərqlidir. Kurikulumda 3-4 yaş fiziki inkişafda hansıdır, idrak hansıdır, estetik ayrıdır. Onlar ayrı-ayrıdır. Onu da atacağım sizə ki, oradan da oxuya biləsiniz. Hansınıza daha rahatdırsa. Yəni, 1-3 yaşın sonu üçün dedikdə, sadə fiziki hərəkətləri yerinə yetirir, sadə gigiyena qaydalarına əməl edir, masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir deyilir. Həyatına, sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır. Yəni, 1-3 yaşın sonundakı uşaq bunları bacarmalıdır. Siz bunları bilin, bizim həftədə 4 gün quizimiz başlayanda çox rahat işləyəcəksiniz. Eyni zamanda dərs prosesində, belə deyim, sizə situasiyalar verəndə cavabını tapacaqsınız. Dərsdə canlı test işləyəcəksiniz. Hər dərs 30-40 dənə test işləyəcəyik. 30-35, 25, 30 arası, 40 arası təxmini testlərimiz olacaq. Venn diaqramı, uyğunlaşma testləri, uyğunsuzluq testləri, hamısının izahını verəcəm. Yəni, mənim dediyimi öyrənən müəlliməyə qaranti verirəm ki, 50-dən yuxarı bal yığacaq. %100, 51-dən yuxarı. Yəni, bunları öyrənirsiniz. Bunlar imtahana %100 düşür. Yəni, bunların hər birini də yenə də deyirəm sizə, bağça metodikası üzrə də izah edəcəm. Sadəcə nəzəri yox. Bağça metodikası üzrə də dərindən izah edəcəm ki, siz nəyin nə olduğunu biləsiniz, mənasını biləsiniz ki, situasiyanı yaza biləsiniz. 1-3 yaş üzrə budur. 3-4 budur, 4-5 budur, 5-6 budur. İmtahana necə düşür? İmtahana bilirsinizmi necə düşür? Məsələn, düşür ki, verilənlərdən biri 1-3 yaşlı uşaqlar üçün ümumi təlim nəticəsinə aid deyil. Elə deyil. Yazılır ora sadə fiziki hərəkətlər, sadə gigiyena, masa arxası. Bir də görürsünüz ki, gəlir buradan yazır ki, təsvirlərində uyğun rənglərdən istifadə edir. 3-4 yaşınkini qoyur. Məsələn, 1-3-ü soruşur sizdən, amma variantın ortasına, məsələn, E variantına da qoyur, dediyim kimi təsvirlərində uyğun rənglərdən istifadə edir. Siz artıq bunları tam bilirsinizsə, dərk etmisinizsə, siz artıq orada biləcəksiniz ki, aha, burada olan artıq 3-4-ə aiddir, 1-3-ə aid deyil. İmtahana bu şəkildə düşür və yaxud da ki, necə düşür?
Verilənlərdən biri fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyə aid olan ümumi təlim nəticəsi deyil. Məsələn, 3-4 yaş üzrə. Fizikiyə aid olmayanı tapırsınız. Məsələn, fiziki hərəkətlərdirsə fizikidir, ilkin gigiyena qaydalarıdırsa fiziki inkişafa aiddir. Alt standartları indi öyrənəcəyik də sizinlə. Yanvar qrupusuz da, yəni hələ var vaxtda. Masa arxasında yemək dəstindən istifadə bacarığı olsun, həyatına, sağlamlığına təhlükə yarada biləcək əşyalar olsun. Hamısı təhlükəsizlikdir. Amma bir də görürsünüz ki, müəllimə, İmtahana düşür ki, əşyalarla 3 dairəsinə riyazi əməliyyatları yerinə yetirir. Əşyalarla 3 dairəsinə riyazi əməliyyatlar. Bu artıq nədir? Bunun fiziki aidiyyatı yoxdur. Bu bizim ikinci inkişaf sahəmizə aiddir. Bunu da tapmağın bir yolu var, alt standartları mükəmməl öyrənmək. Alt standartları mükəmməl öyrənən müəlliməyə garanti verirəm ki, imtahanda 20 sual ilə alt standartlardan düşürməz. Situasiya tipində, məşğələlər, hər şey oradadır da. Bütün fəaliyyətləriniz il ərzində keçdiyiniz bütün fəaliyyətlər elə orada yer alır. Situasiyalardan da möhkəmləndirəcək. Yəni, ümumi təlim nəticəsi ilin sonuna aiddir, təlim nəticəsi isə dərsin sonuna aiddir. Bunu bir mənalı şəkildə yazın. Təlim nəticəsi ilə məqsəd də eyni mənanı daşıyır. Gəlin baxaq. Məzmun xətti nədir? Əsas standart nədir? Alt standart nədir? Məzmun xətti dedikdə, müəllimlər, bir növü yadınızda saxlayın bizim inkişaf sahələrimizi. Yəni, bizim 4 dənə inkişaf sahəmiz var. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Cari plan yazan müəllimlər bilirlər də, kurikulumu masalarının üzərində olur o 4 inkişaf sahəsinin cədvəlləri, alt standartları. Orada görürsünüz də fiziki inkişaf, ikincisi idrak, üçüncüsü estetik, dördüncüsü sosial emosional. Burada məzmun xətti nədir? Məzmun xətti bərabərdir inkişaf sahəsi. Eyni mənanı verir. Ya məzmun xətti çıxdı qarşımıza, ya da inkişaf sahəsi. Bizim inkişaf sahəmizdir. Əsas standart nədir? Əsas standart artıq onun bir növü qızıdır. Belə yadınızda saxlayın da. Yəni, inkişaf sahəmiz özü, bir inkişaf sahəmizdən, məsələn, fizikidən 3 dənə əsas standart çıxır. Hansılardır bunlar? Sadə fiziki hərəkətləri yerinə yetirir. İkincisi, masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir, gigiyena qaydalarına əməl edir bizim ikinci standartımız. Üçüncüsü isə təhlükəsizlik qaydalarına əməl edir. Baxın, məzmun xətti bir rəqəmi ilə ifadə olunur. Yəni, birinci rəqəmlə ifadə olunur. Ki, birinci rəqəm yazılıbsa, indi qaydlar atacağım sizə. Sadəcə burada anons keçirəm. Sonra alt standartlara keçəcəyik də. Onun izahları da mükəmməl şəkildə izah eləmişəm var. Ona qulaq assaz bəs eləyir. Yəni, birinci rəqəm məzmun xəttimiz deməkdir. Məsələn, 1 yazılıbsa, hansı inkişaf sahəmizi deyəcəksiniz? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Görsəz orada 2. 2 idrakin inkişafı deməkdir. Görsəz 3 estetik və yaradıcı deməkdir. Görsəz 4 deyəcəksiniz ki, bu sosial emosionaldır. Yəni 4 rəqəmi sosial emosionalın rəqəmidir. 3 rəqəmi estetikin rəqəmidir. 2 rəqəmi idrakindir, bir də fizikinin. Yəni bunların ardıcıllığını pozmayın. Deməyin ki, birinci idrak gəlir, ikinci estetik. Yəni bunları qarışdırmayın, ardıcıl deyin. Hərənin öz kodu var yəni. Və birinci bizim fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəmiz 3 yerə bölünür. 3 dənə elə bil ki, ayrı bir kateqoriyaya bölünür. Belə izah eləyim də sizə. Elə bil ki, bir dənə qutudur. Qutunun adını qoyublar fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Qutunu açırsınız, içindən də 3 dənə qutu çıxır. Ayrı-ayrı qutular. Görürsünüz ki, məsələn, sandıq təsəvvür edin. Sandığın adı fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdir. Açırsınız, içindən 3 dənə balaca sandıq çıxır. Məsələn, birində tutaq ki, dəsmaldır, birində olsun, məsəl üçün deyirəm, tutaq ki, zinət əşyaları, birində olsun qab-qaşıq. Məsələn deyirəm ha. Hamısı fiziki inkişafın içindədir. Yəni fiziki inkişaf 3 dənə standarta bölünür. Onların standartlarını deyəcəm, yadınızda saxlayın. Nümunə olaraq sadəcə xəyalınızda təsəvvür edin deyə dedim. Yəni o 3 dənə qutu nədir? Məsələn, birinci olur fiziki hərəkətləri yerinə yetirir. Bu fiziki hərəkətləri yerinə yetirir standartında ancaq fiziki hərəkətlərdən söhbət gedir. Yəni burada uşaq hansı hərəkətlər eləməz? Atlanma, tullanma, gələcək dərslərdə keçəcəyik. İkinci standartında isə söhbət gedir artıq nədən? Söhbət gedir masa arxasında davranışdan, bir də gigiyena qaydalarından. İkinci qutuda bundan söhbət gedir. Yəni, orada ancaq masa və gigiyenadan söhbət gedir. Üçüncü qutuda təhlükəsizliyə aiddir. Burada da ancaq təhlükəsizlikdir, yəni. Təhlükəsizliyə aid situasiyalar yer alır. Bu bizim birinci inkişaf sahəmizin 3 dənə əsas standartı. Əsas standartıdır. Və o əsas standartlardan da alt standartlardan çıxır. Ki, o qutunu da açırsınız, xırda-xırda qutular çıxır içindən. Yəni, necə deyim, o alt standartları biz məşğələlərimizdə istifadə edirik. İnşallah qaydlara baxın, yenə də deyirəm, tam qavrayacaqsınız. Alt standartlardan da çıxır artıq bizim məşğələlərimizə aid məqsədləri gedib alt standartdan götürürəm. Alt standartdan seçirəm. Məsələn, 1.1 deyəndə birinci inkişaf sahəm, başdakı bir rəqəmi mənim birinci inkişaf sahəmdir. O ikinci 1.1 dedimi, ikinci bir rəqəmi mənim bu fiziki inkişafımın bayaq dedimi birinci qutusu nə idi? Fiziki hərəkətləri yerinə yetirir. 1.1 onun birinci qutusudur. Yanında da .1 olsa onun alt standartıdır artıq.
alt standartdır. Alt standartlar çoxdur. Onları açar yollarla necə yadda saxlamaq lazımdırsa hamısını sizə izah edəcəm. Sonra məsələn 1.2 var. Başdakı 1 mənim inkişaf sahəmdir. İkinci 2 mənim əsas standartımdır. Yəni fizikinin ikinci əsas standartı. Fizikinin belə deyim ikinci qutusu da, yəni sandığın ikinci qutusu. Burada da masa arxası, davranış, gigiyena qaydalarından söhbət gedir. Bir də 1.3 var. Burada da təhlükəsizlikdən söhbət gedir. Birinci inkişaf sahəmin üçüncü əsas standartı. Yəni birinci ana olaraq gəlir, yəni böyük olaraq mənim inkişaf sahəm, ikinci böyük olaraq onun əsas standartı, balaca olaraq da alt standartı. Alt standartlardan da məşğələmdə məqsədlər çıxardıram özümə. 3 dənə məqsəd, 2 dənə məqsəd ki, bu məşğələdə mən nə edəcəm? Məsələn, mənim məqsədim odur ki, məsələn, 3 dairəsini adlandırır. Mənim məqsədim budur. İstəyirəm ki, məşğələmdə 3 dairəsini keçirəm, bir dənə məqsədimi götürürəm ki, uşaq məşğələnin sonunda 3 dairəsini adlandırır. Bu artıq mənim bir məqsədimdir, elə deyil? Yəni alt standartdan mən məqsədlər seçirəm. Mən məşğələmi alt standartdan götürürəm. Alt standarta uyğun qururam. Əsas standarta uyğun qurmuram. Məzmun xəttinə uyğun qurmuram. Alt standarta uyğun qururam. Yəni sizə məşğələ belə deyim, suallar düşsə ki, cari planımız alt standart əsasında tərtib olunur, yoxsa əsas standart? Deyəcəksiniz ki, bərabərdir alt standart. Bunu yazarsınız dəftərinizə. Məşğələ tərtib olunur alt standartdan. Yəni, mən məşğələmin məqsədini də, mövzusunu da, hər şeyini alt standartlara uyğun seçirəm. Yəni, alt standartlar desək ki, tez-tez dəyişirmi? Deyəcəksiniz, bəli. Yazarsınız, alt standartlar tez-tez dəyişir. Bunu növbəti qaydımda xırdalığına qədər izah eləmişəm. Burada vaxt çox itirmək istəmirəm. Çünki hələ biz mövzunun qapısındayıq da, belə deyim. Hələ içəri girməmişik, otağa girməmişik. Ona görə çox danışıb beyninizi qarışdırmaq istəmirəm sıfırdan başlayan müəllimlər üçün. Yəni, məqsəd hardan çıxır deyəcəksiniz? Alt standartdan. Alt standartın funksiyaları var orada. İndi baxaq nədir burada? Deyir məzmun xətti. Məzmun xətti bizim inkişaf sahəmiz idi. 4 dənə inkişaf sahəmiz var demişdim sizə. Və burada görürsünüzmü? Deyir ki, məzmun xətti hər bir qrupda müəyyən olunmuş məzmunun əsas və zəruri hissəsidir, leytmotivdir, bünövrəsidir, ana xəttir, dəyişməzdir. Baxın. Unutmayın, məzmun xəttinin açarı məqamları leytmotivdir. Yəni, mənim inkişaf sahəm dəyişmir. Bünövrəsidir, təməlidir, fundamentidir. İnkişaf sahə fundament kimi yadınızda qalsın. Ana xəttir, yəni ana obrazıdır da başdandır. Ondan törüyür əsas standart, ondan törüyür alt standart. Bir növ inkişaf sahəsi anadır, onun qızı əsas standartdır, onun da qızı alt standartlardır. Belə yadınızda saxlayın. Bir növ ana məzmun xətti, onun qızı əsas standart, onun qızı alt standart və onların da qızları alt məqsədlərimiz olsun. Belə yadınızda saxlayın ardıcıllığı. Yəni birinci ana məzmun xətti gəlir, ikinci əsas standart gəlir, üçüncü alt standart gəlir. Alt standartdan mənim artıq məqsədlərim çıxır. Məqsədə uyğun da qiymətləndirmə meyarı qururam. Gələcəkdə onu da izah eləyəcəm. O qiymətləndirmə meyarını mən necə qururam? Bu ardıcıllığı indi deyirəm dəftərinizə yazın. Birinci gəlir məzmun xətti, yəni inkişaf sahəm. İkinci gəlir əsas standartım. Üçüncü gəlir alt standartım. Alt standartımdan çıxır məqsədlərim, məşğələm üçün məqsədlərim. Məqsədimə uyğun da mən qiymətləndirmə meyarımı aparıram. Uşaqları qiymətləndirirəm məqsədimə uyğun. Bu ardıcıllıq qızıl qayda kimi yadınızda qalsın. Burada deyir ki, bizi məqsədimizə aparır. Bəli, ana xəttir, yəni inkişaf sahəsi mənə yol göstərir. Məni məqsədimə aparır ki, bax, məndən keçdinmi? Keç əsas standartda. Əsas standartdan alt standartda, alt standartdan məqsədə uyğun da qiymətləndirməmi aparayım müəllimə. Yəni belə deyir. Sonra birinci rəqəmli ifadə olunur. Yəni başdakı rəqəm mənim əsas, daha doğrusu məzmun xəttimdir. Yəni inkişaf sahəmdir. Dəyişməzdir. Dəyişirmi? Əsla dəyişmir. İkincisi, məktəbəqədər təhsildə 4 məzmun xətti var. Ya da deyə bilər ki, 4 inkişaf sahəsi var. Eyni şeydir. Fiziki inkişaf sağlamlıq və təhlükəsizlik bayaq dedim, birinci rəqəmli ifadə olunur. İdraki inkişaf ikinci rəqəmli ifadə olunur. Estetik və yaradıcı inkişaf üçüncü rəqəmlə, sosial-emosional isə dördüncü rəqəmlə ifadə olunur. Sonra müəllimlər, məzmun standartı nədir? Baxın, bu artıq başqa bir mənadır. Bunun nə demək olduğunu mən sizə deyəcəm. Məzmun standartı deyir, təhsil alanın bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Hər bir standart bilik və fəaliyyətdən ibarətdir. Nə deməkdir bu? Yəni məzmun standartı elə bil ki, əsas standartla alt standart, əsas standart bayaq dedimi, ana məzmun xəttidir, yəni inkişaf sahəmdir. Onun ikinci qızı əsas standartdır, üçüncüsü nəvəsi isə alt standartdır. Nəvəsinin nəvələri isə onun artıq məqsədləridir. Yəni bu elə bil ki, əsas standartla alt standart dövlət bizim qarşımıza tələb kimi qoyur ki, burada olanları uşaqlarda formalaşdırın.
reallaşdırın. Yəni burada da təhsil alanın bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Məzmun standart. Yəni bu ikisini dövlət bizim qarşımıza qoyub ki, bunu reallaşdırın. Hər biri də bilik və fəaliyyətdən ibarətdir. Onu da izah edəcəm sizə. Bilik burada nədir? Fəaliyyət nədir? Bunu necə aydınlaşdırmaq olar? Onu da sizə izah edəcəm. Artinin bir dənə testini də açacağam burada sizin üçün. Elə bil ki, tam mövzunun özündə izah eləyəcəm nə demək istədiyimi. Artinin paylaşdığı bir testi seminarda. Baxın, məzmun standartı dedikdə deyin ki, əsas standart, alt standart məzmun standartıdır. Əsas standart, alt standart bir yerdə məzmun standartıdır. Yəni dövlət uşağın qarşısına qoyduğu bilik, bacarıq məzmun standartı adlanır. Yəni dövlətin tələbidir ki, bu məzmun standartlarını uşaqlarda formalaşdırın. Hər bir məzmun standartı, yəni əsas standartında, alt standartında həm bilikdən, həm də fəaliyyətdən ibarətdir. Bilik uşağın nə öyrənəcəyi, fəaliyyət isə öyrəndiyini necə nümayiş etdirəcəyidir. Məzmun standartı da 2 hissədən ibarətdir. Bayaq dedik də məzmun standartı. Yəni həm bilik fəaliyyətdən ibarətdir, həm də özü 2 hissədən ibarətdir. Əsas standart, alt standart. Yəni əsas standart, alt standart bir yerdə məzmun standartı adlanır. Məzmun standart nədir? Əsas standart, alt standart deməkdir. Eyni şeydir. Belə. Sonra əsas standart deyir, burada 2 dəqiqə oynayır. Əsas standart deyir, məzmun xətti üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. Yəni əsas standart, elə bil ki, əsas standart bayaq dedimdə sizə ikincidir. İkinci, yəni məsələn 1.1 bayaq dediyimiz fiziki hərəkətləri yerinə yetirir. Qaydlarda var, indi atacağam sizə qrupa dərsdən sonra. Onu qəşəng-qəşəng bu 6 bazar dinləyirsiniz. Yəni ikincisi mənim əsas standartımdır. Yəni əsas standart elə bil ki, məzmun xəttində, inkişaf sahəsində nə varsa o işi daha da mənə açır. Daha da belə xırdalayır. Sonra nə deyir orada? Deyir ki, eyni zamanda bəzən dəyişir, daha bir mürəkkəb bacarıq tələb olunanda. Məzmun xətti dəyişirmi? Əsla. İnkişaf sahəsi dəyişirmi? Əsla. Heç vaxt ola bilməz. Testdə düşsə heç vaxt. Bəs əsas standart dəyişirmi? Mürəkkəb bacarıq tələb olunanda. Yəni öz tələbini yerinə yetirdiyi zaman dəyişə bilər. Tez-tez dəyişmir. İkinci rəqəmlə ifadə olunur. Necə ikinci rəqəmlə? Bayaq dedim. 1.1. Məsələn, 1.2 və yaxud da ki, 2, ikinci inkişaf sahəmiz idrak idi, bayaq sizə dedim. 2.1, məsələn, idrakin birinci qızı, belə deyim də, birinci 2 yox, ikinci 1 əsas standartdır. Birinci o yazılan 2 isə mənim məzmun xəttimdir. Qaydda tam aydın olacaq sizə. Sonra var orada. Əsas standart bərabərdir summativ qiymətləndirmə. Düzdür, summativ qiymətləndirmə bizə aid deyil, amma belə yadınızda qalsın da, indi məktəb kurikulumu ilə bəzi məqamlar bizdə eyni yazıla bilər. İmtahanda bir də görürsüz qarışdırıb səhv salırlar. Məktəb kurikulumu daxil olur. Ona görə də bir yadınızda qalsın ki, summativ qiymətləndirmə əsas standarta aiddir. Əsas standartın funksiyaları aşağıdakılardır. Baxaq görək, daha doğrusu alt standartın funksiyaları aşağıdakılardır. Alt standartı oxuyum indi sizlər üçün. Alt standart əsas standartda ifadə olunmuş fikrin müəyyən hissəsidir. Hər yaş qrupuna uyğun olaraq alt standartlar inkişaf dinamikası üzrə tədricən mürəkkəbləşir. Nə deməkdir o? Onun da izahını verəcəm sizlər üçün. İndi bunu izah edeyim, keçəcəm bir dənə cədvəli açacağam sizə. Cədvəli də bir anons keçəcəm. Sonra əsas kaydını atacağam sizə. Bir kaydın 1 saat 2 saatdan ibarətdir. Bir dənə fiziki inkişafın kaydı ha. Sonra idrakin ayrı bir kaydı var. Məşğələlərin adlarını deyirəm. Yəni çox gözəl izahdır da belə deyim. Onu qaçıran müəllimə zəif bal toplayacaq. Sonra deyir ki, alt standart. Alt standart da bayaq sizə dedim, hemen üçüncü olan alt standartdır. Məsələn, 2.3, məsələn, ikinci inkişaf sahəmin, ikincisi əsas standartım, nöqtə məsələn 4. Tutaq ki, 2.3.4. Artıq bu 4-cü axırıncı varı, o mənim alt standartımdır. Alt standartdan mən bayaq sizə dedimdə məqsəd çıxardıram, sonra məqsədimə uyğun qiymətləndirmə çıxardıram, məşğələm ora aiddir, məşğələmin məqsədləri ora aiddir. Alt standart bir növ əsas standartdan balacadır, məzmun xəttindən balacadır, amma əsas standartla məzmun xəttindən mənə dəqiq cavab deyir, dəqiqləşdirir deyir. Elə bir ki, əsas standartla məzmun standartını xırdalayıb tökür qarşıma. Nəyin nə olduğunu dedektiv kimi mənə aydınlaşdırıb deyir. Yəni onun izahda yeri var. Sonra burada deyir ki, görürsünüzmü?
Alt standart dediyimiz kimi əsas standartda ifadə olunmuş fikrin müəyyən hissəsidir. Hər yaş qrupuna uyğun olaraq alt standartlar inkişaf dinamikası üzrə tədricən mürəkkəbləşir. Yəni alt standartlar bir növ yaş qrupuna görə çətinləşir. Nə deməkdir bu? Məsələn, 1-2 yaşın üzrə alt standartlar var, 2-3 yaş üzrə var, 3-4 yaş üzrə. 1-2 yaşında mənim qoyduğum alt standart əlbəttə ki, 1-2 yaşa uyğun olacaq, sadə olacaq, elə deyil. Amma 2-3 yaşa qoyduğum alt standart biraz mürəkkəbdir. 3-4 yaşa qoyduğum biraz mürəkkəbdir. Necə ki, biz 2-3 yaşlı uşağa özümüz yemək verməyə çalışırıq, yavaş-yavaş öyrətməyə çalışırıq. Amma məsələn 4-5 yaşlı uşağa mən yeməyi özüm vermirəm ki, deyirəm yeməyini artıq özün yeməlisən və ya 5-6 yaşlı uşağa. Yəni 1-2 yaşlı uşağa baxdığım ki, mən 3-4-ə baxmıram ki, və yaxud 1-2 yaşlı uşağın etdiyi xırda-xırda hərəkətləri 4-5 yaşlı uşaq etmiş ki, o daha belə böyük hərəkətlər eləməlidir də. Eyni fəaliyyəti 1-2 ilə 4-5-ə verməli deyiləm. Necə ki, bizim bağçada qruplarımız ayrıdır, məşğələlərimiz ayrıdır, hətta fəaliyyətlərimiz, rejimimiz də ayrıdır. Yəni daha özənlə yanaşırıq hər yaş qrupuna. Eyni baxmırıq. Eyni gözdə baxmırıq ki, hə, yemək saatları da eyni olsun, gəzintiləri də, məşğələləri də fərqlidir. Yəni 1-2 yaşda sadədirsə, 2-3 yaşda mürəkkəbləşir. 3-4-də mürəkkəbləşir biraz da. Elə ki 4-5-də 3-4-ə nisbətən mürəkkəbləşir. Təzədən 5-6-da 4-5-ə nisbətən mürəkkəbləşir. Nərdivan qalxır da 1-2 yaş sadədir, 2-3 yaş 1-2 yaşa nisbətən biraz mürəkkəbləşdi, 3-4 2-3-ə nisbətən biraz mürəkkəbləşdi. Mürəkkəbləşə gedir. Yəni bir növ burada nə deyir? Burada deyir ki, tədricən mürəkkəbləşir. Bəli, alt standartlar inkişaf dinamikası üzrə tədricən mürəkkəbləşir. Bu cümlə qarşınıza çıxsa düzdür. Amma sizə birdən deyə bilər, çaşdıra bilər ki, alt standart əsas standartdan, məzmun xəttindən mürəkkəbdir. Və yaxud da alt standart əsas standartdan mürəkkəb bir anlayışdır. Bu səhvdir. Alt standart ən asanıdır, ən rahatıdır və inkişaf dinamikası üzrə mürəkkəbləşir. Yaş qrupu üzrə mürəkkəbləşir. Başqa bir heç cür mürəkkəbləşmir. Yadınızda belə qalsın. Deyir, daim dəyişir. Bayaq dedim, bəli, məzmun xətti heç dəyişmir. Əsas standartın mürəkkəb bacarıq tələb olunanda dəyişir. Alt standartım isə tez-tez dəyişir. Daima dəyişir. Yəni hər məşğələdə mən ayrı alt standartı götürürəm özümə. Eyni alt standartı götürürəm? Yox. Özünüzə götürürsüz 2.3 məşğələvizə uyğun. Yəni artıq siz onu tez-tez dəyişirsiniz ta ki o reallaşana qədər. Sonra alt standart bərabərdir formativ qiymətləndirmə. Sizə desək ki, formativ qiymətləndirmə müəllimlər hansı standarta uyğun aparıram mən formativ qiymətləndirməni? Deyəcəksiniz ki, alt standarta uyğun. Formativ qiymətləndirmə nədir müəllimlər? Mənim portfolyom, mənim müşahidəm, mənim müsahibəm, mənim şifahi sorğum, mənim fəaliyyət məhsullarımın təhlili yapmam, quraşdırmam. İl ərzində mən uşağı necə müşahidə edirəm, necə inkişafını izləyirəm. İnkişafı izlənmə də keçəcəyik biz onu, uşaq inkişafının dəyərləndirilməsi mövzusuna necə dəyərləndiririk, hansı metodlardan istifadə edirik, hamısını keçəcəyik inşallah. Yəni formativ qiymətləndirməni alt standartın tələblərinə uyğun aparıram mən. Yəni formativ qiymətləndirmə bayaq mən nə dedim? Məzmun xətti gəlir, sonra əsas standart, sonra alt standart, sonra alt standartdan məqsəd çıxır. Məqsəddə də uyğun qiymətləndirmə meyarım çıxır. Baxın, o qiymətləndirmə meyarı mənim elə formativ qiymətləndirməmdir. Yəni o hardan çıxdı? Sonda alt standartdan çıxdı da bir növ və məqsəddən sonra reallaşır. Yəni məqsədə baxıram, sonra da qiymətləndirməmi aparıram. Portfolyomu qoyuram, inkişafını izləyirəm uşağın. İndi onların da öz növləri var da, aləmi qatmayaq burada bir-birinə. Ona görə də çox xırdalığına gedə bilmirəm. Sıfırdan başlayan müəllimlər üçün istəyirəm ki, dərindən olsun. Bazası olanlar zaten bilir. Sonra burada deyir ki, müəllimlər, baxın. Alt standartın funksiyaları hansılardır? Bunlar qızıl qayda kimi yadınızda qalsın. Baxın, təlim məqsədinin dəqiq müəyyən olunması, bayaq nə dedim? Məqsəd alt standartdan çıxır. Təlimin məqsədini dəqiq hansı müəyyən edir? Alt standart. Təlim strategiyalarının düzgün seçilişini kim deyir? Alt standart. Strategiyaların düzgün seçilişi alt standarta aiddir. Sonra, yəni strategiya nədir? İş üsulum, iş formam, metodum, dərs keçmə qaydam, metod hansı ki sərbəstdir, metod hansı ki müəllimin hüququdur. Yəni strategiyaları mən düzgün dərsimə uyğun seçirəmsə, mən məqsədimə baxıb seçirəm. Ona necə baxıram? İndi ona da anons keçəcəm. Bu dediyim əsas standartı, alt standartı, məzmun xəttini birazdan açacağam sizə. Canlı göstərəcəm, orada deyəcəm. Sonra Müəllimə, səsiniz getdi. Aha, indi gəldi müəllimə. Səsi səhvən əlimdə bağlanıb. Təlimdə inteqrativliyi dediyi təmin edir. İnteqrativlik nədir?
İnteqrativlik müəllimə, məsələn, siz məşğələ götürəndə deyirsiniz, bizim məsələn, inkişaf sahəmizə uyğun inteqrasiyamız, indi onu da göstərəcəm sizə inşallah. Məktəbə hazırlığın vəsaitini açaram indi, onu da sizə göstərəcəm canlı-canlı. Ki inteqrasiya nədir, inteqrasiyanı necə götürürəm, bunu işləyən müəllimlər biləcək. Yəni nəyin nə olduğunu o dəqiqə biləcəklər. Yəni inteqrativliyi nə təmin edir? Bir dənə bu qayda yadınızda qalsın ki, alt standart. İndi göstərəndə tam dərk olunacaq. Sözsüz ki, məşğələlərimizi, inkişaf sahələrimizi tam keçəndə onu tam sizə rahatlıqla izah eləyə biləcəm. Hələ ki anons keçirəm. Təlimdə məzmunun davamlı inkişafını təmin edir. Yəni təlimdə məzmunun davamlı inkişafını nə təmin edir? Alt standart davamlıdır, dəqiqdir, düzgündür, məqsədim oradan çıxır, qiymətləndirməm oradan çıxır, fəaliyyətim oradan çıxır. Ancaq mən ona istinad edirəm. Bir növ, yəni alt standartdan mənə xırdalayır ki, sən bu işi görməlisən. Belə. Sonra gəlir müəllimlər ümumi təlim nəticələri. Ümumi təlim nəticələri deyir, mənimsənilməsi nəzərdə tutulan, əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Təlim nəticəsi, ümumi təlim nəticəsi, plan sözü varsa, əvvəlcədən sözü varsa, didaktik prinsiplərdən nəticə önümlülük didaktik prinsipini götürəcək. Açar söz kimi demişdim sizə. Ümumi təlim nəticəsi ilin sonuna aiddir və yaxud da desək ki, yaş qrupu üzrə təlim nəticəsi. Bu da ümumi təlim nəticəsi deməkdir. Nə olsun ki, orada təlim nəticəsi yazılıb, amma qabağında yazılıbdır ki, yaş qrupu üzrə təlim nəticəsi. Demək ki, ilin sonuna aiddir. Və yaxud da ki, deyə bilər ki, sizə inkişaf dinamikası üzrə təlim nəticəsi. Bu da aiddir ümumi təlim nəticəsinə. Amma sizə desək ki, məşğələnin sonu üçün təlim nəticəsi və yaxud uşağın təlim nəticəsi necə olmalıdır? Bu artıq məqsəddir. Tək təlim nəticəsidirsə və yaxud məşğələ sonu təlim nəticəsi sözü varsa, bu məşğələmin sonrasıdır. Bu bugünümündür. Necə? Məsələn, siz qoşulmusunuz 4 aylıq, 5 aylıq təlim qrupuna elə. Bunu illik bir plan kimi götürək. Siz ilin sonunda məsələn bir var, bu gün mən ümumi təlim nəticələrini keçirəm sizə və yaxud qoyaq onu bir qırağa tutaq ki, oyunları keçirəm bu gün sizə. Mən bu gün sizə oyunları keçirəm. Sonda baxıram ki, bu müəllimə bunu öyrəndi, bu müəllimə bu suallarıma cavab verdi. Mən artıq bildim də sizin nəticənizi, təlim nəticənizi. Bir də var, məşğələm artıq mənim təlimim bitib, 4 ay tamamlanıb və ya 5 ay tamamlanıb. Sonda artıq mən sizin nəticənizi görürəm. Bu ümumi təlim nəticəsidir. Bütün keçirilənlərin ümumi təlim nəticəsidir. Məşğələnin sonu isə təlim nəticəsidir. Hələ ki aydın olur hər şey. Xırda heç nə qalmayıb ki, qaranlıq məqam yoxdursa, davam edim. Varsa buyurub deyə bilərsiniz. Bəli, müəllim, aydındır. Gəl müəllimə, aydındır. Əla, əla. Bunda heç bir problem yoxdur. Yəni sualı olan çəkinmədən səsi açıb desin ki, müəllimə, bu məqamda mənim anlamadığım məqam var, buyura bilər. Aha, davam edək onda. Sonra görürsünüzmü? Ümumi təlim nəticəsini dedik və burada qeyd edir ki, hər yaş qrupu üzrə ümumi təlim nəticələri var. Bəli, bayaq dedim də 1-3 yaş üzrə, 3-4 yaş üzrə, sonra 4-5 yaş üzrə və 5-6 yaş üzrə. Görürsünüzmü? Hər yaş üzrə oldu mu? Oldu. Burada baxırıq müəllimlər. Məsələn, tərbiyəçi deyir, pedaqoji fəaliyyət zamanı hər yaş qrupu üzrə ümumi təlim nəticələrini reallaşdırmalıdır. Bəli, tərbiyəçinin vəzifəsidir ümumi təlim nəticəsini reallaşdırmaq. Mənim qrupumdakı uşaq 3-4 yaşın sonunda, ilin sonunda bunları bilməlidir. Baxın, öz qrupunuzun sonuna baxın, görün sizin uşaqlarınız bunu bilirmi? Yəni, sizdən dövlət bunu tələb eləyir. Burada 3 yazıb, sizdən 5-i tələb eləmir, onu tələb eləmir. Deyir, 3-ü öyrət, bəs eləyir. Dövlət bizim qarşımıza minimal tələb qoyub, maksimal yox. Desə ki, dövlət uşaqların qarşısına maksimal tələb qoyub, xeyr, minimal tələbdir. Unutmayın, dövlət minimumu istəyir, maksimumu istəmir. Deyir, minimum bilsin, bəs eləyir. Əsas sosial bacarıqlardır. Sonra gəlirik bura, baxın. Ümumi təlim nəticələri dərsin məqsədi, ümumi təlim nəticələri əvvəlcədən hazırlanmalı, nəticə yönümlü olmalıdır, mövzuya uyğun qoyulmalıdır. Yəni, burada təlim nəticələri ilə bir yerdə deyilir. Ümumi təlim nəticələri maksimum 3-4 ola bilər, indiki zamanda olmalıdır. Ümumi təlim nəticələrində müəllim fəaliyyəti olmamalıdır. Uşaq fəaliyyəti mütləq şəkildə özünü göstərməlidir. İndi burada ümumi təlim nəticələri ilin sonudur, burada təlim nəticəsi demək istəmişəm. Ola bilər ki, ümumi təlim nəticələri yazılıb, yəni siz təlim nəticəsi kimi xarakterizə edin. Dərsin məqsədi təlim nəticəsidir. Bəzən bir də görürsün ümumi təlim nəticəsi kimi qarşınıza çıxır, yəni cümləni tam oxuyun. Əvvəlcədən hazırlanmalıdır, nəticə yönümlü olmalıdır, mövzuya uyğun qurulmalıdır, 3-4 dənə olur. Mənim məqsədim, bayaq dedim də sizə təlim nəticəsi 3-4 dənə olur. Məqsədim 3-4 dənə olur. Sonra, müəllim fəaliyyəti olmamalıdır. İndi onu da sizə izah edəcəm. Niyə müəllim fəaliyyəti olmamalıdır? Uşaq fəaliyyəti olmalıdır. Müəllim fəaliyyəti varsa, müəllim kömək edirsə o təlim nəticəsi deyil. Onu aparın, atın. Uşaq fəaliyyəti mütləq şəkildə özünü göstərməlidir. Bəli, uşaq fəaliyyəti olmalıdır. İndi gələk bura, baxın. Bunlar ümumi təlim nəticələrdir. Bir dəqiqə olar. Bəli.
Onda burada ümumi təlim nəticəsi sözü yox, təlim nəticəsi Bəli, olur da. bəli, təlim nəticələri Dərsin olmalıdır. Çünki məqsədi təlim nəticəsi. bəli, dərsin məqsədi indi burada ümumi yazılıb, ikisi bir yerdə yazılıb. Həm təlim nəticəsi, həm də ümumi təlim nəticəsini bir yerə toplamışam. Amma burada vurğulayıram ki, ümumi təlim nəticəsi yox. Məsələn, dərsin məqsədi təlim nəticəsidir. Əvvəlcədən bəli. hazırlanmalı, nəticəyə uyğun, mövzuya uyğun bu ümumi təlim nəticəsinə də aid olur. Maksimum 3-4 dənə olursa, bu artıq mənim məqsədim deməkdir, təlim nəticəsidir. İndiki zamanda olmalıdırsa hər ikisi. Ümumi təlim nəticəmdə indiki zamanda olmalıdır. Müəllim fəaliyyəti olmamalıdır. Bəli, hər ikisində müəllim fəaliyyəti olmamalıdır. Həm ümumi təlim nəticəmdə, həm təlim nəticəmdə. Uşaq fəaliyyəti mütləq şəkildə özünü göstərməlidir hər ikisində. Ona görə də ikisi bir yerdə yazılır. Bunun artidə də belədir. Yəni özümdən Çox sağ yazmamışam. Ona görə Çox ümumi sağ ol. dedim, bəli. Yəni sadəcə o incə məqamı dedim ki, ağlınızda sual işarəsi qalmasın ki, müəllimə bayaq dedik ki, dərsin məqsədi təlim nəticəsinə aiddir. Burada niyə ümumi təlim nəticəsi yazılıb? Burada ikisini bir yerdə yazıblar ki, ortaq cəhətləri çoxdur. Sadəcə dərsin məqsədi isə təlimdir. Əvvəlcədən hazırlanmalı, nəticə yönümlü, mövzuya uyğun qurulmalıdırsa ikisinə aiddir. Maksimum 3-4 dənədirsə bu artıq aid olur məqsədimə, dərsimə, yəni dərsin sonu üçün. İndiki zamanda olmalıdır hər ikisi. Müəllim fəaliyyəti olmamalıdır, hər ikisi olmalıdır. Yox ha, olmamalıdır müəllim fəaliyyəti. Uşaq fəaliyyətdə mütləq şəkildə özünü göstərməlidir. İndi gələk bura. Bayaq mən sizə dedim ki, müəllimlər, bir var əsas standart, bir də var alt standart. Burada deyir ki, bilik uşağın nə öyrənəcəyi, fəaliyyət isə öyrənəcəyini necə nümayiş etdirəcəyidir elə. Baxın, ümumi təlim nəticəmdə bilik bilirsiniz nədir? İmtahanda da qarşınıza çıxa bilər. Görürsünüzmü? Tutaq ki, deyir burada, baxın. Baxın, deyim tutaq ki sizə. Aha, baxın. Özünü, ailə üzvlərini və vətənini adlandırır. Burada artıq özünü, ailə üzvlərini, vətənini bilir. Bu artıq onun biliyidir. Yəni özü, ailə üzvü, vətəni onun biliyidir. Adlandırır. Ir var burada, hərəkət var, indiki zaman var. İndi adlandırır. Ir indiki zamanda axı. Adlandırır. Sonu irlə bitməlidir. Yəni ıb varsa, adlandırıb varsa səhvdir və yaxud da ki, onu indi izah eləyəcəm. Ondan öncə bunu qeyd edeyim. Yəni baxın, birinci gələn həmişə bilik olur. Amma cümləni tərsinə də qoya bilərlər. Ay, imtahanda qarşınıza, ona da diqqət yetirin. Özünü, ailə üzvlərini, vətənini bilir ki, adlandırır. Və yaxud da ki, gələk bura. Ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir. Ölçü anlayışını başa düşür və nümayiş etdirir. Yəni ölçü anlayışını bilir ki, onu nümayiş etdirir də, nümayiş artıq onun göstərdiyi praktikasıdır. Və yaxud da ki, Müəllimə səs getdi yenə. aha, donma oldu müəllimə. Baxın, yəni ir varsa indiki zamanda. Və əlavə olaraq da məsələn dairəvi əşyaları adlandırır. Burada bilik hansıdır? Fəaliyyət hansıdır? Dairəvi əşyaları uşaq bilir, bildiyi üçün də adlandırır. Belə yadınızda saxlayın. Məsələn, adlandırır hərəkət deməkdir də artıq məsələn danışır. Deyir ki, uşaq mənə üçbucaq, məsələn dairə. Bunu artıq deyirsə bu adlandırmadır, bu hərəkətdir də. Hərəkət fəaliyyətdir. Fəaliyyət iş görmək deməkdir. Məsələn, mənim bugünkü bağçada fəaliyyətim nədir? Deyəcəm ki, məsələn, uşaqlara bu məşğələni keçəcəm, bu gəzinti, bu iş mənim bu fəaliyyətimdir. Elə deyil. Fəaliyyət hərəkət deməkdir, fəaliyyət iş deməkdir. Adi deyirik, bugünkü fəaliyyətim bu olub, bugünkü işlərim bu olub. Amma bilik bildiyimdir. Məsələn, bu dəqiqə siz öyrənirsiniz elə. Bu öyrənmə prosesidir, fəaliyyətdir. Sabah artıq mən test qoyanda qarşınıza, onu artıq siz yerinə yetirə bilirsinizsə, o artıq sizin fəaliyyətinizdir. Elə bil ki, bilik mənim öyrənmək hissəmdir. Fəaliyyət isə tətbiq etmək hissəm. Yemək bişirməyi öyrənmək istəyirəm. Açıram interneti, baxıram reseptə. Götürdüm onu, sonra isə artıq onu hərəkətə, fəaliyyətə keçirdirəm. Yəni artıq onu özüm bişirirəm. Bişirirəmsə artıq mənim fəaliyyətimdir bu. Yəni öyrəndiyim biliyimdir, tətbiq elədiyim fəaliyyətimdir. Burada da dairəvi əşyaları adlandırır. Uşaq dairəvi əşyaları bilir və adlandırır. Bilik hissəsi dairəvi əşyalardır. Adlandırma artıq onun hərəkət hissəsi, adlandırma fəaliyyət deməkdir. Və yaxud da bir-iki dənə situasiya deyim. Məsələn, əşyalarla 3 dairəsinə riyazi əməliyyatları yerinə yetirir. Əşyalarla 3 dairəsinə riyazi əməliyyatları bilir, yerinə yetirir də onun fəaliyyətidir. Məsələn, sizə desək ki, indi test açacam, onda
Dəqiq göstərim biləcəksiniz. Məsələn, arzu və hiss və istəklərini ifadə edir. Arzu, hiss, istəklərini artıq öyrənib bilir ki, necə istifadə eləmək lazımdır. Artıq istifadə edirsə onun hərəkətidir, fəaliyyətidir. Yəni əsas standartım da mənim, alt standartım da bilik və fəaliyyətdən ibarətdir. Unutmayın onu. Əsas standartım nəyə görə bilikdir, onu da deyəcəm. Alt standartım nəyə görə fəaliyyətdir, indi onu açacağam növbəti PDF-də izah edəcəm. Sonra gələk digər məsələyə. Dedik, təlim nəticəsi dərsin məqsədidir. Əvvəlcədən hazırlanmalıdır. Bəli, mən əvvəlcədən planım olmasa necə dərs keçərəm? Mən əvvəlcədən mövzumu seçməsəm sizinlə necə dərs keçərəm? Mənim 1 saat vaxtım gedər. Məşğələyə gedirsiniz. Sizin məşğələviz tutaq ki, 25 dəqiqə verilib. Sizin planınız yoxdursa əlinizdə, sizin resursunuz yoxdursa, gedib qaçaraq o otaqdan, bu otaqdan bir dənə resurs tapım, bir məşğələ keçim. Necə oldu? Keçimsə səmərəsiz olur. Vaxtınız da gedir. Məşğələvizin vaxtı 25 dəqiqəsi olur 50 dəqiqə. Yəni plan mütləq önəmlidir. Ona görə də cari planı biz yazıb qoyuruq bağçada ki, əvvəlcədən əlimizdə olsun. Bir işin də planı elədik, gündəlik işimizin də əvvəlcədən planlı olmalıyıq. Maksimum 3-4 dənə ola bilər. O məşğələyə aiddir. Məşğələdə mən 2-3 dənə məqsəd götürməliyəm. Maksimum 3-4 dənə götürməliyəm. 4-dən artıq çox da ola bilməz. Niyə ola bilməz? Onu da növbəti dərslərdə öyrədəcəm sizə. Sonra müəllim fəaliyyəti olmamalıdır. Aha, gələk bu məqama. Birinci bunu deyim, sonra digərinə baxacağam. Baxın, məsələn, deyirəm ki, tutaq ki, siz indi hazırlığa qoşulmusunuz elə. Görürsünüz ki, bir dərsin sonunda, məsələn, keçmişəm mən sizə oyunları. Oyunların sonunda deyirəm ki, məsələn, filan kəs müəllimə, məsələn, Mətanət müəllimə, mənə neçə oyunumuz var, onu deyin. Müəllimə deyə bilmir. Mən başlayıram ona kömək eləməyə, deyirəm, bu oyunumuz deyir. Müəllimə deyir, xatırladım, amma tam deyə bilmir. Mənim nədir burada köməyim var. Köməyim varsa bu nəticəyə çatmayıb müəllimə. Mənim köməyim var burada artıq. Amma müəllimə özü deyirsə bunu, məsələn, nə deyir orada? Deyir ki, tutaq ki, ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir. Kim nümayiş etdirir? Uşaq. Deyir müəllimin köməyi ilə nümayiş etdirir. Xeyr, demir onu. Görürsüz, ancaq uşaqdır. Yəni burada da mən kömək edirəmsə səhvdir. Yoldaşı kömək edirsə səhvdir. Ata-anası kömək edirsə səhvdir. Nəticə əldə etmək o deməkdir ki, sərbəst nəticəni əldə eləmişəm mən. Hələ mən kömək edirəmsə, demək ki, hələ nəticə əldə olunmayıb. Aydın oldu? Uşaq sərbəst eləyirsə nəticə var. Sərbəst etmirsə nəticə yoxdur. Yəni burada da nümunə düşə bilər ki, sizə sadə riyazi təsəvvürlərə malik olduğunu müəllimin köməyi ilə nümayiş etdirir. Səhvdir. Görürsüz, burada amma nə yazılıb? Sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir. Uşaq özü nümayiş etdirir, tək nümayiş etdirir. Amma mən desəm ki, müəllimin köməyi ilə nümayiş etdirir, səhvdir, kömək olmaz. Və yaxud da sadə riyazi təsəvvürlərə malik olduğunu qismən nümayiş etdirir, yəni qismən azca deməkdir də. Bu da səhvdir. Qismən də olmaz. Heç nə, qismən sözü olmamalıdır orada, təyin edici söz olmamalıdır. Elə nümayiş etdirir olmalıdır. Orada nə görmüsünüzsə o olmalıdır imtahanda. Başqasını görsəz, bunları bilməsəz, başqası çıxsa qarşınıza aldada bilərsiniz. Ona görə də siz bunun mənasını bilməlisiniz. Əzbərləməkdən daha çox mənasını bilmək lazımdır. Və yaxud da ki, həndəsi fiqurları burada yazılıb. Dairə, üçbucaq, kvadrat adlandırır. Elə deyil. Mən onu tutaq ki, nümunə olaraq yaza bilərəm sizə ki, həndəsi fiqurları müəllimin köməyi ilə adlandırır. Müəllim məsələn deyir ki, dairə, o da deyir dairə. Məsələn, birini özü deyir, birini müəllim deyir. Burada uşaq nəticə əldə etmədi. Burada uşaq sərbəst nəticə əldə etmədi. Bu nəticə deyil, bu məqsəd deyil, məqsədin reallaşması deyil. İlin sonu üçün də ümumi təlim nəticəsi ola bilməz eyni zamanda. Çünki uşağın orada yenə də köməyə ehtiyacı var. Yenə onun yanında bələdçi var, fasilitator, bayaq dedimi, bələdçi var hələ də onun yanında. Ona görə də, yəni bu səhvdir. İndi keçək müəllimə. Yəni dediyim kimi, müəllim fəaliyyəti olmaz, uşaq fəaliyyəti özü olmalıdır. Əlavə, yəni yanında sözlər qismən, biraz, azca sözləri görsəz səhvdir. Necə var? Olduğu kimi imtahanda düşür. Biraz əlavələr olunanda bilin ki, səhvdir. Sonra, indiki zamanda olmalıdır. Aha, indiki zamanda. Baxın, nə keçmişdə olmalı deyil, nə də gələcəkdə. İndiki zamanda olmalıdır. Yəni, indi. Burada nə deyir? Sadə fiziki hərəkətləri yerinə yetirir. Yəni, indi yerinə yetirir. Hazırda yerinə yetirir. Görürsüz? İndiki zamanda yerinə yetirir, indi deməkdir. Amma mən deyirəm ki, sadə fiziki hərəkətləri yerinə yetirdi. Yetirdi səhvdir. Keçmişdə qaldı. Yəni, yetirib artıq deməkdir. Və yaxud yetirib, və yaxud yetirdi. Səhvdir bunlar. Və ya yetirəcək gələcəyə, və ya edəcək, görəcək, danışacaq, nə bilim. Bunlar səhvdir müəllimlər. Özü ailəsi, məsələn, özü ailə üzvlərini və vətənini adlandıracaq. Səhvdir, acaq-acaq gələcək zamana aiddir. Səhvdir bu, ola bilməz məqsəddə, ola bilməz təlim nəticəmdə, heç yerdə ola bilməz bu mənim fəaliyyətimdə, keçmiş zamanda ola bilməz. Məsələn, sadə suallar əsasında danışdı. Səhvdir, danışır olmalıdır, sonu ırla bitməlidir. Ira da baxın, bəzən ır da sizi aldada bilər. Görün, indiki zamandırmı? Belə, yəni hərəkətdə olmalıdır da uşaq. Adlandırır, artıq uşaq özü adlandırır deməkdir. Və yaxud da ki, öyrənir də olmaz. Məsələn, üst dairəsində riyazi əməliyyatları öyrənir. Öyrənir nəticə deyil. Öyrənir səhvdir. Nə olsun ki, sonunda ır var. Öyrənir hələ öyrənmə aşamasındadır deməkdir.
edir, adlandırır, sadalayır, yazır, pozur, ancaq hərəkət varsa, o məqsəddir. İndi testlərdə inşallah onları tam dərindən biləcəyik. Bura qədər hər şey aydındırsa, keçim digər məsələyə. Yəqin ki, bütün məqamları xırda incəliyinə qədər izah elədim, aydın oldu sizə. Səsləri açın, fikirlərinizi bildirin. Bəli, müəllimə. Bəli, müəllimə, aydın oldu hamısı. Əla. Bəli, Ayda xanım, aydın oldu. Çok sağ olun. Allah size can sağlığı versin Ayda Hanım. Çox Təşəkkür gözəl, edirəm. aydın anlatıyorsunuz Ayda xanım. İzah Var elədiniz. olasınız. Siz sağ olun müəllimə. Aha, əla, çox gözəl. Ürəklə danışırsınız ki, o qədər ürəklə izah eləyirsiniz, adama çox maraqlı. Çox sağ olun Bir, müəllimə. bir Bəli, belə söz var, mövzular var əməlli ki, başlı yedizdirirsiniz. Ayda xanım, onu yedizdirirsiniz, o artıq bəs eləyir. o şey tam Hə. elə bil ki, hələ bu nədir ki? Hələ inşallah alt standartların izahına baxın. Orada hər şeyi açıb qoymuşam qarşınıza ki, daha tapmama ehtimalınız yoxdur. İnanın mənə. Əlimdən gələn nümunələri, situasiyaları gətirirəm ki, yəni nəzəriyyə kimi bilməyin də. Nəzəriyyəni bilən müəllimlər var ki, tanıdıqlarım. İnanın mənə, nəzəriyyəni mənə əzbər danışır. Nəzəriyyə deyəndə məsələn oyundan sual verirəm, oyundan cavab verir. İnteqrasiya deyirəm, inteqrasiyadan ancaq əzbərə. Amma gedir imtahandan az bal toplayır. Həmişə də demişəm ki, heç vaxt boş biliyə aldanmayın. Bir müəllimə tanıyıram ki, inanın MİQ-dən 38 bal toplayıb, məsələn, tanıdığım bir müəllimədir də, yaxın ərazidə işləyir. O müəllimənin sənədlərdən xəbəri yoxdur. O müəllimənin plandan xəbəri yoxdur. O müəllimənin inkişaf sahəsindən xəbəri yoxdur. Necə xəbəri yoxdur? Bilir, nəzəri baxımından sənə danışacaq. Amma gəl tətbiq elə bilmir. Bilmir ki, inteqrasiya nədir? Nə olsun ki, adını bilir? Bilmir. Ona görə də yəni bildiyinizin nə olduğunu bilin. Sizə deyirik, tutaq ki, inteqrasiya nədir? Boş adı üstünə həssə desək ki, inteqrasiya nədir? Necə izah eləyəcəksiniz qarşı tərəfə? Deyin ki, budur, budur, budur. Rahatlıqla izah eləmək üçün onu dərk eləmək lazımdır. İndi açım digər məsələni də oradan da izah edeyim, oradan da tam aydın olacaq sizə. Ona görə də Ayda xanım, mən noyabr ayında da sizə qoşula bilmədim, yeriniz olmadı, dekabr ayında da. Nəhayət ki, yanvarda qoşula bildim. Çox sağ olun. Çox sağ olun müəllimə. Bəli, yerlər az olur. Ona Hamısı bu görə gözəl, inşallah yaxşı gözəl olar. izahların nəticəsidir. İnşallah nəticəmiz yaxşı olsa İnşallah sizin yaxşı olar. sayənizdə. Ümid edirəm. İnşallah. Çox Müəllimə, sağ olun. bunun kaydını atarsınız da Ayda müəllimə. Bəli, müəllimə, inşallah götürülsə göndərəcəm. Bəli, göndərəcəm. İndi İnşallah. kurikulumu da açım. Bunun izahı da var. Çox sağ olun. Kaydlarda da izah eləmişəm. Eyni zamanda kaydlardan əlavə mən onu alt standartlarda da izah eləmişəm. Oradan da göstərmişəm, oradan da yəni kaydları atanda görəcəksiniz də nə göndərirəmsə onu izləyin. Yəni ötürməyin. Adi bağçadakı uşaqlara da mən onu tapşırıram valideynlərinə. Nə göndərirəmsə onu öyrənin, az-az çatacaqsınız. Ən zəif xodla gedirəm, ən rahat izahla gedirəm ki, başa düşəsiniz. Çünki bura gələn müəllimlərin çoxu başqa-başqa yerlərdən gələn, başqa-başqa qruplardan gələn müəllimlərdir. Hər müəllimənin öz izah etmə tərzi var, öz qavrama öyrətmə tərzi var. Biri elmi dildə izah eləyir, biri sadə dildə, biri göstərərək, biri sadəcə testlə. Yəni hər kəs fərqlidir də. Kimin dilini yaxşı başa düşürsə ona qoşulur, onunla öyrənir. Yəni mən bacardığım qədər çox sadə dildə izah edirəm. Yəni inanın mənə bundan oyanası yoxdur. Həftədə 4 gün quiz işləyən yoxdur. Həftədə 2 dəfə dərs keçib 2 dəfə dərsimiz 4 dəfə dərsə bərabərdir bizim. 2 dəfə dərsimiz deməklə deməyin ki, müəllimə 2 dəfə dərs nədir? Özünüz görürsüz də 9-un yarısı başlayıb 12-də, 1-in yarısı güzdən çıxırıq biz dərsdən. Hətta deyirəm ki, müəllimlər 11-ə qədər kim mövzunu qavradısa ayrıla bilər sual-cavab olunanlardan. Yəni mən bacardığım qədər 4 dəfəlik dərsi 2 dəfəyə sığışdırıram ki, qalan günlərdə test işləyə biləsiniz. Kaydları da əvvəlcədən atıram ki, dərsdə sual-cavab edim, həm də izah edim sizə. Daha bazası sıfırdan qoşulsaz bura, mən başdan sizə izah eləyim, dərk elətdirim, sual-cavab edim, səmərəsiz olur. Yəni bunun mən faydasını görmüşəm ki, dərsimin aralığını da belə qurmuşam. Həftənin 6 günü dolu olursunuz. Bir günü də istirahət edəcəksiniz inşallah. Yəni görürsüz də elə effekti də görürəm artıq sizlərdən. İndi açın PDF-i mən, bir dənə diqqətiniz. Buyurun müəllimə. Bir də o iş də var ki, siz mövzuları da az-az verirsiniz deyə. Ona görə Ay, daha yaxşı qeyd bilirik. Rahat Ay, olur bizə. az verirəm də bacardığım qədər. Yəni 2 ay, 3 ay və yaxud 4 ay qoşuldusa elə məsələn mən mövzuları atdım. Yenə də 4 ay boş-boşuna ödəniş, 4 ay heç nə öyrənmədən, həftədə 2 dəfə dərs, 2 dəfə tutaq ki, sual-cavab elədim, quiz olmadı, test taktikası olmadı, nə öyrənmədi o. Hər kəs keçirdi Bəli, onu. düzdür. Amma inanın mənə bizim dərsimiz qədər həftədə 2 dəfə, 4 dəfəlik dərsi 2 dəfəyə sıxışdırıb keçən müəllimə yoxdur. Yəni mən bir Bəli. dərsi 3 saata, halbuki digər qruplarda mənə müəllimlər var da, deyirlər ki, müəllimə, digər qrupdan gəlmişəm, saat yarım tutaq ki, tamam oldu, müəllimə deyir ki, sual-cavab olunmayanlar gələn dəfə sual-cavab olunlar, mənim saatım tamamlandı. Yəni bu qədər vaxtımız var, qurtardı. Bu qədərə nə öyrətdik. Və yaxud da ki, yəni bizdə görürsüz, mənim sual-cavab etmədiyim müəllimə qalmır, mənim test işlətmədiyim müəllimə qalmayacaq. Yəni onu öz gözünüzlə görəcəksiniz. Bura qoşulan müəllimlərimin hardasa bir 50-60% əvvəlki müəllimlərimdir.
yüksək bal toplayan müəllimlərimdir. Belə. Sağ əlləri bizim Baxaq. başımıza inşallah biz də Amin. yığarıq. Biz İnşallah. də elə tutacağıq müəllim. Amin müəllimə, Amin. biz də Amin inşallah. Belə müəllimlər, baxın, indi keçək bura. Yəni bir sözlə siz bunları öyrənin. Belə inanın mənə, həftədə 4 gündə, həftədə 2 dəfə dərs, 4 gün quiz, daha doğrusu 5 gün quiz, 4 gündə yox, 5 gün quiz keçən, bircə gün bir dənə bazar günü istirahətiniz olacaq. Qalan günləriniz dolu olacaq. Yəni bu ödənişlə 3 fənni bir yerdə tədris edən inanmıram təlimçi olsun, mənə də deyən olmayıb ki, müəllimə belə biri var, sizin kimi dərindən öyrədir. Baxaq müəllimə və ona görə də bizim nəticələrimiz 50-dən yuxarıdır. Hər biri də rəsmi keçirilir. Rəsmi mənbələr əsasında özünüz görürsünüz də tez-tez PDF-ləri yeniləyib göndərirəm sizlər üçün. Bayaq mən sizə dedim, məzmun standartları, inkişaf sahəmiz, alt standartımız, hər şeyi dedim. Məktəbə qədər təhsil məzmun standartları. Baxın, nədir bunlar? Bayaq dedim də sizə. Məzmun standartı, əsas standart, alt standart deməkdir. Amma inkişaf sahəmizi də 4 dənə inkişaf sahəmizdə sizə dedim. Gördünüzmü? Burada görürsünüz, bu cədvəl yəqin ki, çoxunuza tanış gəlir. Bu cədvəli işləyirsiniz siz bağçada, qoyursunuz qarşınıza məqsədinizi də, planınızı da, gəzintinizi də, gəzintidən sonraki işlərinizi də, hər şeyi siz bax bu fəaliyyətlər üzrə görürsünüz. Görürsünüzmü? Bunlar üzrə. Bunlar olmasa heç nə, yəni belə deyim sizə. Bunu indi qoyuruq bura. Görürsünüzmü? Bu 1-2 yaşdır, bu 2-3 yaşdır. Bu 3-4 yaşdır, bu 4-5 yaşdır, bu da 5-6 yaşdır. Bu 1-2 yaşa baxın. Bu 1-2 yaşın altından gedirsiniz aşağı PDF atacağım sizə düz aşağıya qədər. Bunları biz bağçada ilin sonuna qədər formalaşdırmalıyıq. Bu düz bura qədər. İndi onların izahları da var, göndərəcəm onları da. 2-3 yaş eyni zamanda aşağı düz, 2-3 yaş cədvəli aşağıya qədər gedir, düz sosial emosionala qədər, 3-4 olsun. Bayaq sizə dedim də, əsas standart nədir, alt standart nədir? Baxın, unutmayın müəllimlər. Birinci rəqəmimiz bizim inkişaf sahəmizdir. Bax, bir nöqtə var ha. Bu varsa bilin ki, fiziki inkişaf sağlamlığı və təhlükəsizlikdən söhbət gedir. Görürsünüzmü? 1.1 var. Görürsünüz, bayaq dedim sizə fizikinin birinci qızı fiziki hərəkətləri yerinə yetirirdi. Görürsünüz, fiziki hərəkətləri yerinə yetirir. Qarşısında yazılıb. 1.1 fiziki hərəkətləri yerinə yetirir deməkdir. Əsas standart deməkdir. Amma tək bir yazılıbsa fiziki inkişaf deməkdir. Yəni inkişaf sahəm deməkdir. Və ya gəlirəm bura. 1.2 masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir, gigiyena qaydalarına əməl edir deməkdir. Unutmayın. Yəni 1.2 fiziki inkişafın ikinci qızıdır. Belə yadınızda saxlayın. Yəni belə deyim sizə. Masadan söhbət gedir buradan. Məsələn, yəni birinci inkişaf sahəmizin, fiziki inkişafın üçüncü qızı təhlükəsizlik qaydalarına əməl edirdi. Burada ancaq təhlükəsizlikdən söhbət gedir. Kəsici, deşici, həyatına təhlükə yaratmaq, həyatı sağlamlıq, ancaq təhlükədən söhbət gedir. Sonra gəlir bizim ikinci inkişaf sahəmiz, idrakin inkişafı. Müəllimlər, bir dəqiqə zəhmət olmasa bir dənə qayda baxım görüm götürülürmü tam. Aha. Görürsünüzmü? Burada idrakin inkişafı var. İdrakin inkişafı bizim ikinci inkişaf sahəmiz. Müəllimlər, səslərimizi bağlayaq, xahiş edirəm. Xahiş edirəm, səsləri bağlayaq. Səslər bağlı olsun. Bir dənə səslərə mən nəzarət edeyim. Gözləyin, səsləri bağlayayım. Tam arxayın müəllimə olunca WhatsApp-da nə bil 3 nəfər göstərir ki, onlar qoşulub yazılır. Deyəsən onlar WhatsApp-a qoşulub elə də qalıblar. Hə, müəllimə, elədir. Yəni qoşulmayıblar daha doğrusu. Adları gedir orada, o donma olur WhatsApp-da. O problemlər var. Yəni o WhatsApp-dan irəli gəlir. Belə. Baxın, burada görürsünüz də yəqin ki ekranı. Özü, ailəsi və vətəni haqqında suallara cavab verir. Məsələn, bu idrakin inkişafı yazılan bizim ikinci inkişaf sahəmizdir. Bayaq dedim də idrakin inkişafı. Onun qızı, məsələn, 2.1 əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olduğunu nümayiş etdirir. O 2.1-in qızıdır. Yəni ikinci inkişaf sahəmizin birinci qızıdır. Və yaxud da keçirəm bura. Məsələn, 2.2 ikinci inkişaf sahəmizin ikinci qızıdır. Nitqi dinləyib anlayır. Buradan ancaq nitqdən söhbət gedir. Burada isə ancaq söhbət gedir əşyadan, hadisələrdən, ətraf aləmlə tanışlıq məşğələmizdir bu. O məşğələləri indi demirəm, onu mən qayda atanda orada görəcəksiniz. Hansı məşğələ hansına aiddir? Orada daha genişdir. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir. Bu artıq
Nitqdən söhbət gedir. Burada mənim savad təlimim var, mənim nitq inkişafım var, mənim bədii təfəkkürüm var bu. Buradan götürürəm standartları, hansından götürürəm, onların hamısını digər qaydada yerə vermişəm. Sonra burada da sadə riyazi əməliyyatları yerinə yetirir. Bu da 2.3-ün 3-cü qızıdır. Sonra 4-cü, 3.1 gəlir. 3-cü inkişaf sahəmiz estetik və yaradıcı inkişaf sahəsidir. Onun birinci qızı sadə bədii yaradıcılıq bacarıqlarını nümayiş etdirir. İkinci standartı isə sadə əmək bacarıqlarını nümayiş etdirir. Yəni bir dənə inkişaf sahələrimizdən estetikin 2 dənə qızı var. Elə bil ki 2 dənə əsas standartı var da. Digərlərinin 3 dənədir. Bayaq saydığımda sizə 3 dənə idi. Burada isə 2 dənədir. İkincisi isə əməkdir. Sadə əmək bacarıqları. Burada ancaq əməkdən, güşədən söhbət gedir, əl əməyindən söhbət gedir. Onları da izah eləyəcəm. Qaydlarımda var. Sonra gəlir sosial-emosional 4-cü inkişaf sahəmiz. 4-cü inkişaf sahəmizin birinci standartı ünsiyyət bacarıqlarını nümayiş etdirir birinci qızı. İkincisi sosial həyatla bağlı bilik və bacarığı özünə və vərdişlərini özünə məxsus tərzdə nümayiş etdirirdi. Üçüncüsü isə hörmət, münasibət, dözüm, tolerantlıq nümayiş etdirməkdir. Hörmət, dözüm, tolerantlıq isə 4.3 aiddir. Burada artıq uşaq hörmət edir. Yəni sosial-emosional oyunlara aiddir. Sosial-emosionalın standartı oyundur. İndi onun növbəti qaydlarda dediyim kimi var. Orada xırdalığına qədər izah eləmişəm. Bu özü çox geniş vaxtımı alıb. Yəni bir dənə fiziki inkişafı izah eləmək üçün mənim orada saat yarım vaxtım gedib. Bir dənə fiziki inkişafı xırdalığına qədər izah eləmək üçün hələ idraki keçməmiş. Burada indi mən sizə hansı nüansı diqqətə çatdırmaq istəyirəm. Baxın, görürsünüzmü? Bayaq sizə dedim, əsas standartda, alt standartda bilik və fəaliyyətdən ibarətdir. İndi ona gələcəm. Ondan qabaq bunu deyim sizə. 1-2 yaşı, 2-3 yaşı, 3-4-ü, 4-5-i, 5-6-nı siz gördünüz. Və sizə gəlirəm bura. Görürsünüz, burada birinci inkişaf sahəmiz yazılıb. 1. 1.1 də alt standartda bunun altında yazılıb. Amma görürsünüz, alt standart, yəni əsas standart burada yazılıb 1.1. Tez-tez danışıram ki, vaxtım getməsin. Yəni sual cavaba hamıya vaxt qalsın. Amma aşağıda görürsünüzmü, alt standart yazılmayıb. Niyə yazılmayıb? Çünki müəllimlər, unutmayın, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəmlə fiziki hərəkətləri yerinə yetir. Yəni əsas standartımla bir sözlə məzmun xəttim. Bunu qızıl qayda kimi dəftərinizə yazın, imtahana düşür. Mənim həm inkişaf sahəm, həm əsas standartım yaşlar üzrə dəyişmir. Eyni olur, eyni addadır. Amma alt standartım yaşlar üzrə dəyişir. Görürsünüz, bayaq dedimdə sizə alt standart burada yoxdur. Burada ancaq 2 dənədir. 1 və 1.1. Yəni birinci inkişaf sahəmlə 1.1 əsas standartım. Və ya düşürəm bura. Gəlin baxın. Görürsünüz? Bax 1.2 burada yazılıb. Yəni artıq burada gətirib birinci inkişaf sahəsini yazmayıb. Birinci inkişaf sahəsini burada yazıb ki, yəni aşağıdakılar onun qızlarıdır da təzədən buraya yenə fiziki inkişafı yazmağa ehtiyac yoxdur. Burada görürsünüz 1.3 yazılıb. Görürsünüz ortada yazılıb. Niyə bu damaların içində yazılmayıb? Onu sizə izah eləyəcəm. Görürsünüz 2.1 yazılıb. Yəni bunu deməyim odur ki, sizə desək ki, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, yəni ümumiyyətlə bütün inkişaf sahələrimiz olsun, ümumiyyətlə bütün əsas standartlarımız olsun, əsas standartlarımız. Yaşlar üzrə dəyişirmi? Deyin ki, dəyişmir. Yaşlar üzrə eynidir. Yaşlar üzrə onların adı eynidir. Adı eynidir. Amma alt standartlar, müəllimlər, yaşlar üzrə dəyişir. Çünki mən məşğələmdə onları istifadə edirəm. Baxın, məsəl üçün, görürsünüz alt standart 1-2 yaşın altında bir başqa alt standart yazılıb. Eyni 1-1-1 yazılıb. Görürsünüz 2-3 yaşın altında başqa 1-1-1 yazılıb. Görürsünüz 3-4-ün altında görürsünüz burada 3-4 yazılıb. 3-4-ün altına baxın 1-1-1 yazılıb burada. Məsələn 4-5-in altında 1-1-1 yazılıb. 5-6-nın altında da həmçinin elə yazılıb. Yəni hər yaşın altında öz alt standartı var. Alt standartlar yaşlara görə dəyişir. Amma əsas standartla məzmun xətti eynidir. Yəni 3-4-də də əsas standart fiziki hərəkətləri yerinə yetirirdi. 4-5-də də, 1-2-də də. Amma alt standart elə deyil. Alt standart məsələn 1-2 yaşda 1.1.1 adı olur orada. Tutaq ki, sadə fiziki hərəkətləri qalxıb oturur, yanlara dönür, sərbəst yerir, 3-4 metr məsafəyə qaçır və maneələrdən yan keçir, yerinə yetirir. Yəni sadə fiziki hərəkətlər qalxıb oturma, yanlara dönmə 1-2 yaşın xüsusiyyətidir. 1-2 yaş üçün tələb olunur ilin axırına qədər. Yəni bu bunundur. Görürsünüz, amma buna baxın, biraz mürəkkəbləşib. Sadə fiziki hərəkətlər var, yeriş, qaçış hərəkətləri var, yerişdən qaçışa keçmə var, qaçışdan yerişə keçmə var. Bayaq sizə dedimi? Varislik, sadədən mürəkkəbə, yaş qrupu qalxdıqca mürəkkəbləşir. Mürəkkəbləşmə, inkişaf dinamikası üzrə mürəkkəbləşmə bu deməkdir. 1-2 yaşda ayrıdır, 2-3 yaşda ayrıdır. 3-4-də ayrıdır, 4-5-də daha da mürəkkəbdir. 5-6-ya baxın hələ nə qədərdir? Hoppanma, nərdivan, kürəcik, qum, hamısını izah eləmişəm. Bunları orada dərindən izah eləmişəm. Baxarsınız, mütləq baxın. Sonra görürsünüzmü? Bax bu digər alt standart. Alt standart 3 rəqəmlidir. Yəni birinci inkişaf sahəm, burada olan 1 birinci inkişaf sahəm deməkdir. Burada olan 1 birinci inkişaf sahəmin birinci qızıdır. Burada olan isə birinci elə bil ki onun qızının qızıdır.
Başa düşürsüz? Onlar da xanalara bölünür. Onun izahına qayda mütləq baxarsınız. Yəni belə. Sonra burada dediyi əsas standartla elə bil ki, alt standartda bilik fəaliyyəti var, amma məzmun xəttində yoxdur. Baxın, bayaq mən nə demişdim sizə? Demişdim ki, birinci gələn mənim biliyimdir, ikinci mənim fəaliyyətimdir. Mən nəyisə öyrənim ki, tətbiq edeyim. Belə mən tutaq ki, bu gün yemək bişirməyi öyrənirəm, birinci reseptə baxıram, sonra onu tətbiq edirəm. Elə deyil. Birinci mən bildim ki, öyrənim də və yaxud da ki, mən deyə bilərəm ki, yeməyi bişirdim, sonra öyrəndim. Ola bilər belə bir şey? Yox. Yəni həmin yeməyi əvvəlcədən bilməlisən ki, sonra bişirməlisən də. Yəni burada söhbət nədən gedir? Burada əsas standartla alt standartda bilik fəaliyyətinin olmağından. Bir dənə nümunəyə baxaq. Görürsünüz, məsələn, əsas standartda 1.1. Fiziki hərəkətləri yerinə yetirir. Uşaq fiziki hərəkətləri bilir, yerinə yetirir, onun fəaliyyətidir. Gəlin alt standarta baxaq. Baxın, sadə fiziki hərəkətləri yerinə yetirir. Sadə bu mötərizənin içini də oxumayın da, mötərizənin içini ümumi xırdalayır. Sonuna baxaq. Baxın, sadə fiziki hərəkətləri yerinə yetirir. Heç onun içində oxusaz da olar. Yəni sadə fiziki hərəkətləri uşaq bilir, yerinə yetirir və ya gələk özümüzə deyək, ürəyimiz istənilən yerə. Məsələn, gələk, həyatına və sağlamlığına təhlükə yarada biləcəyi əşyaları sadalayır. Həyatına, sağlamlığına təhlükə yarada biləcəyi əşyaları bilir ki, sadalayır da, elə deyil. Yəni burada bilik də var, fəaliyyət də var. Amma gəlin bir dənə inkişaf sahəmizin adına baxaq. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik yazılıb. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyi bildim. Bəs mənim tətbiq etməm yazılmayıb, baxın yerinə yetirir. Heç nə yazılmayıb. Görürsüz? Boş addır. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Və yaxud da gəlin bura. İdrakin inkişafı. Görürsüz, burada fəaliyyət yoxdur. Demək ki, bir dənə bilik və fəaliyyət əsas standartında da alt standartındadır. Aydın oldu mu müəllimlər? Nə demək istədiyim? Bu qədər. Xırda anons belə, bu qədər. Yəni ümumi təlim nəticələrini mən sizə bunun üzərindən də izah elədim. İndi bunun izahı isə burada yekunlaşmır ha. Bunun izahı isə inşallah izahı olunacaq. Dediyim kimi növbəti kaydlarımda hazır kaydları atacağım sizə, onları dinləyəcəksiniz və mənim bu izahımdan sonra siz onları dinləsəz, sizin nəyisə səhv bilməyiniz mümkünsüzdür. İndi bir dənə də PDF açım sizə izah edeyim, bircə dəqiqə. Aha, əla. Baxıram ki, aydın olub hamıya. Heç kimdən xəbər yoxdur ki, müəllimə bilmədim. Bilməyən varsa buyurub açıb səsi deyə bilər mənə. Mən PDF açana qədər. Yox, Haydi xanım, çox qəşəng izahdır. Çox sağ olun. Siz sağ olun müəllimə. İnşallah yaxşı olacaq. Yəni bunları bilsəz, bilin ki, imtahandan sizin situasiyada səhv etməyiniz mümkün deyil. Bunların hamısı imtahandan, bu mənim dediyim qaydaları yazın dedim ha. Onları yazın, görün siz testi işləyəndə o qaydalara baxanda görün hamısı o testdə o qaydalarım var mənim. Mənim 2 sualım sırf MİQ imtahanında düşmüşdü. Sırf özümün dilindən səsləndirdiyim 2 dənə sualım var idi ki, müəllimlər özləri mənə bildirdilər ki, müəllimə o sualları siz bizə demişdi situasiyada, gəldi imtahanda qarşımıza çıxdı. Eyni ha, eyni. MİQ imtahanında. Diaqnostikada isə hardasa 3 dənə sual idi ümumi. Sırf mənim dediyim situasiyalar çıxmışdı. Yəni situasiyanı bildirsək kifayət edir. Baxaq. İndi bura gələk bir dənə. Sonra isə hərəyə 1-2 sual verəcəm. Bugün əsas izahımız izaha getdi. Yəni həm izah elədim, artıq bunu bilməməyiniz mümkün deyil. Hərəyə 2-3 dənə verəcəm. Hamıya elə sual verəcəm ki, artıq mövzu tam əhatələnmiş olsun. Yəni eyni sualları təkrar vermək istəmirəm. Fərqli suallar mövzu geniş obyektiv öyrənilsin. Maksimum bir sual 2-3 dəfə təkrarlansın. Hər dəfə eyni müəlliməyə olanda maraqsız olur. Haydi xanım, üzr istəyirəm bir dəqiqə mən bir zəhmət Buyurun, bir buyurun. dənə çıxıb qayıdıb girə bilərəm. Məndən işdən sənət Əlbəttə ki. istəyirlər. Hə, zəng Buyurun, gəlir bir buyurun, dənə bu təbii ki. videonu sürət göndərim təkrar qoşulun. Çox sağ olun. Narahat olmayın. Buyurun. Aha, gələk bura. Baxın müəllimlər. Gəlin sizə göstərim bunu. Yəqin ki, bu çoxunuza tanışdır. Bu bizim metodik vəsaitimizdir. Bilirsiniz, 3-4-4-5 yaş üzrə standart, yəni təsdiq olunmuş bir metodik vəsaitimiz yoxdur. Var yəni belə müəllimlər daha çox özləri tapırlar vəsaitlərini, resurslarını. Bu dəqiqə hal-hazırda mən məktəbə hazırlıq qrupunda işləyirəm. Yəni yetərincə də praktikam, məlumatım, axtardığım, araşdırdığım məlumatlara əsasən sizə geniş bir məlumat verəcəm. Baxın müəllimlər, ümumi buradan elə belə bir tanışlıq deyim sizə. Bilirsiniz də, tanıyaq və öyrənək bizim hansı məşğələmiz idi. Tanıyaq və öyrənək bizim ətraf aləmlə tanışlıq məşğələmiz idi. Dinləyək və danışaq bizim hansı məşğələmiz idi. Bədii təfəkkür məşğələmiz idi. Nağıl, şeir, dinləmə, danışmadır da. Oxuyaq və yazaq isə savad təlimi idi. Sayaq, düşünək, riyaziyyat idi. Yaradaq, quraq isə yəni məntiq riyazi təfəkkür idi. Yaradaq, quraq isə təsviri fəaliyyət idi. İndi gələk bura. Gələk. Və bunu mən sizə izah eləyəcəm. Bu kitab elə bil ki, bilin ki, bu kitabdan o qədər situasiyalar düşür ki, müəllimlər özləri bilir, göndərmişdim əvvəl. İnanın mənə, buradan mən elə məqamlar demişdim ki, burada olan situasiyalar imtahanda qarşılarına çıxmışdı. Məşğələnin
O hansı ki motivasiya hissəsinə aid nümunə düşmüşdü, şəkil düşmüşdü. İndi sizə bir dənə kitabdan şəkil göstərəcəm. O MİQ imtahanına da düşmüşdü. Bir dənə test var idi, diaqnostikanıza düşüb. Hamısını göstərəcəm sizə. Yəni rəsmi şəkildə. Çünki bunların hamısını mən keçmişəm deyə bilirəm müəllimlərə. Yəni imtahana düşənləri göstərəcəm də, yadımda qalanları, hələ çoxu yadımda qalmışdı, müəllimlərə demişdim. Yəni bu hissədən baxın, bu kitabı da sizə sonra inşallah keçəndə, bu alt standartları təmiz öyrədəndən sonra, illik cari planı öyrədəndən sonra bu kitabı sizə başdan ayağa mən analiz edəcəm. O dəfə də demişdim də sizə müəllimlər, kayıtda götürmüşdüm, dedim sizə kaydını çəkib göndərəcəm, tam qavrayacaqsınız. Yəni illik cari planı tam siz dərk edəndən sonra inşallah göndərəcəm. Digər qrupuma göndərmişəm mən bunu. Baxın, bu kitab, yəni məktəbə hazırlığın kitabıdır. Dediyim kimi, burada yəni məşğələlərdir, məşğələlərin qurulması qaydasıdır. Hələ sizinlə illik carini biz keçməmişik, biz dəyərləndirməni keçməmişik. Ona görə bunu izah eləməyim çox biraz məntiqsiz olur. Ayda Sadəcə sizə burada müəllimə. inteqrasiyanı öyrətmək istəyirəm. Bəli. Nəsə məndə görsənmir. Müəllimlər görsənir sizdə? Xeyr, müəllimə, heç şey görsənmir. Ancaq Müəllimə, siz İndi Siz çıxın təzədən girdin, düzələcək. Görsənməsə heç kim də Oldu müəllimə, görsənməz. Yəqin ki, sizdədir. oldu. Yaxşı müəllimə. Aha. Baxın müəllimlər, görürsünüzmü? Məsələn, nümunə olaraq bu ətraf aləmlə tanışlıq məşğələmdir elə mənim. Ay sağ olun. Bayaq sizə mən məşğələ dedim də, ay sağ olun, dedim onu. İndi gəlirəm bura. Bayaq sizə standart dedim elə. Ətraf aləmlə tanışlıq, indi alt standartın izahına baxanda görəcəksiniz ki, bizim ikinci inkişaf sahəmizdə ətraf aləmlə tanışlıqdır. 2.1. İkinci inkişaf sahəmizin birinci standartında, burada 2.1 görürsünüz, baxın burada. Bu 2.1 bizim ətraf aləmlə tanışlığın standartıdır. Yəni o cədvəl hamısı ətraf aləmə aiddir. İndi söhbət ondan getmir, zaten onun izahına baxmasanız bilməyəcəksiniz, onun izahını indi verməmişəm. Yəni deməyim nədir? Standartı götürdüm məşğələmə uyğun. Bayaq inteqrasiya dedim sizə. İnteqrasiya dedimi alt standartlar arasında gedir. Baxın onu sübut eləmək istəyirəm sizə. Görürsüz? Məşğələ yazanda siz nə yazırsınız? Standart, altından da yazırsınız inteqrasiyanı. İllik planınızda yazılır. Standart, inteqrasiya, mövzu, resurs hamısı yazılır da illik planınızda. Görürsüz də siz. Baxın, burada görürsünüzmü? 2.2.2, 1.1.4. Yəni, belə deyim, niyə alt standartlar arasındadır inteqrasiya? Onu demək istəyirəm sizə. Baxın, necə deyim sizə? Uşaqlara biz keçən dəfə dediyimdə bir məşğələni keçirik. Məsələn, riyaziyyat məşğələsini. Müəllimlər, səsləri bağlayaq. Məsələn, riyaziyyat məşğələsini keçirik. Riyaziyyat məşğələsini mən keçəndə istəyirəm ki, uşağın kiçik motor bacarıqları formalaşsın. 1.1.4 standartı. İndi keçəndə, oxuyanda kaydda görəcəksiniz ki, 1.1.4-ü mən götürməliyəm. Əslində təsvir fəaliyyəti yox. Rəngləmə verirəmsə 1.1.4-ü verməliyəm. Üçüncü inkişaf sahəm yox. Niyə? Onun da məqamları məhz o kayddadır. O kaydı YouTube-a da yazsaz, Ayda Azadlı alt standart gələcək. Alt standartların izahı gələcək. Yəni, bir sözlə, alt standartlarda, yəni mən verirəm, tutaq ki, bugün riyaziyyatı keçmişəm, tutaq ki, uşaqlara, riyaziyyat məsələn 2.3 standartıdır, keçdim, özümə inteqrasiya olaraq vermək istəyirəm, tutaq ki, məşğələmi keçdim, öyrətdim, inteqrasiyamda vermək istəyirəm ki, uşaq biraz, nə bilim, kiçik motor bacarıqları formalasın, idman eləsin, özünə rəngləsin və ya plastilindən nəsə düzəlsin. Nə edirəm? Mən artıq burada inteqrasiya etmiş oluram. İnteqrasiyam da alt standartlar arasında gedir. Məsələn, müəllimlər, səsləri bağlayaq, hansı müəllimənin səsi açıqdır burada? Üstün, hansısa müəllimənin səsi açıqdır. Aha, yox, açıq deyilmiş. Xahiş edirəm, səsimizə diqqət yetirək. Aha. Görürsünüzmü? 2.1.1, bir də var 2.2.2, 1.1.4. Mən əgər inteqrasiya əsas standartlar arasında geçsəydi, siz necə olardı? 2.1, burada da məsələn 2.2 olardı, burada da tutaq ki 1.1 olardı. Görürsünüzmü? 3 rəqəmin arasında gedir. Demək ki, 3 rəqəm alt standartdırsa, bu da alt standartdır, bu da alt standartdır. 3 rəqəmlilərin arasında gedir də bu inteqrasiya. 2 rəqəmlilərin arasında getmir ki. Yəni 2 rəqəmi oraya yazıb, aşağıda da 2 ayrı-ayrı 2 rəqəmlər yazmıram ki. Görürsünüz 2 1 1, aşağıda da 2 2 2 ayrıdır, 1 1 1 4 də ayrıdır. Yəni bunlar artıq 3 rəqəmlilərin arasında gedir. İnteqrasiyam mənim 3 rəqəmlilərin arasında. Bu işi verirəmsə, digər işi də verirəm. O bir kaydda bunu tam görəcəksiniz. Gələk bura. Mənim məqsədimə. Bayaq sizə dedimi? Məqsəd elə mənim təlim nəticəmdir, məşğələm üçün. Məqsəd qururam sizə. Ailəsi haqqında danışır. Görürsünüzmü müəllimlər? Ailəsi haqqında bilir, danışır da onun fəaliyyəti olmalıdır dərsin sonu üçün. Yaxın qohumları adlandırır. Yaxın qohumları bilir, adlandırır da onun fəaliyyətidir. Ailəsi haqqında məlumat əsasında suallara cavab verir. Ailəsi haqqında məlumatlıdır və suallara cavab verir. Onun fəaliyyətidir. Və müəllimlər görürsünüz 3 dənə məqsəd qoyub. Məqsəd də 3-ü də müəllimlər. Üçündən də elə bil ki, mən keçən kaydlarımda da demişəm. Demişəm ki, 3 dənə məqsəd götürmürəm, bir
dərsə. İstəyirəm ki, bir məqsədim olsun ki, uşaq məşğələdə ailəsi haqqında həm danışsın, həm yaxın qohumlarını adlandırsın, həm də ailəsi haqqında məlumat əsasında suallara cavab versin. Bunların üçünün belə olmağına baxmayın. Bunlar üçü əsasən niyə qoyulur bilirsiniz? Mənim qrupumda var zəif uşaq, var orta səviyyəli uşaq, var bir də güclü uşaqlar. Bilirsiniz də 3 kateqoriyaya bölünür adətən. Ən azı qrupumda bir dənə də uşaq zəifdirsə mən onu məqsədinə ayırmalıyam. Hə, o ayrı qalsın, o öyrənməsə də olar deyə bir şey yoxdur. Səhvdir, işdən çıxarılmağa qədər gətirib çıxardır. Yəni belə deyim. Yəni o uşağı bir növ hüquq pozuntusunu yerinə yetirmiş oluruq. Ailəsi haqqında danışır. Bu sadədir də elə. Məsələn, tutaq ki, Emil zəif uşaqdır. Birincisi sadə olmalıdır bizim birinci məqsədimiz. Unutmayın. Sadə orta mürəkkəb olmalıdır. Hə, Emil məsələn qrupumda Emil, Əli üçün mən götürmüşəm özümə zəif uşaqlardır. Yəni nitqləri zəifdir, yaddaşları zəifdir. O uşaqlar istəyirəm ki, bu məşğələdə ailə mövzusunu keçirəm mən. İstəyirəm ki, o ailəsi haqqında məlumat versin. Məsələn, Emil danışır, ailəmdə 4 nəfərdir, atam, anam, nə bilirsə. Danışdı elə. Bu mənim zəif uşaqlarım üçün olan məqsədim. Bir də var yaxın qohumları adlandırır. Artıq ailəsini bilən uşaq, belə bilməyən uşaq yaxın qohumu necə bilsin? Zəif uşaq öz ailəsini gücdən adlandırırsa, yaxın qohumu heç adlandıra bilməz. Elə deyil. Yaxın qohumları adlandırır artıq orta səviyyəli uşaqlar bilir. Yəni orta səviyyəli uşaq yaxın qohumu adlandırırsa, demək ki, o ailəsini də bilir. Yəni burada artıq yaxın qohumları adlandıran orta səviyyəli uşaqlarım üçün olan məqsədimdir. Eyni zamanda ailəsi haqqından da o bilir. Bir də var mənim güclü uşaqlarım üçün götürdüyüm məqsəd. Ailəsi haqqında məlumat əsasında suallara cavab verir. Bu artıq neyinir? Ailəsi haqqında məlumat əsasında mənim sual verdiyim suallara o cavab verir. O daha təfəkkürə yönəlikdir. O daha məntiqidir. O daha belə axtarıb araşdırma tələb edən bir fəaliyyətdir. Bu da mənim güclü uşaqlarım üçündür. Unutmayın, bu güclü uşağım ailəsi haqqında məlumat əsasında suallara cavab verirsə, o yaxın qohumları da adlandıracaq, ailəsi haqqında da danışacaq. Orta səviyyəli uşaq isə eyni zamanda həm yaxın qohumları adlandıracaq, həm ailəsi haqqında danışacaq. Niyə mənim məqsədimin üçü də eyni olmur? Çünki üçü də eyni olsa dərs maraqsız olar. Üçü də eyni olsa mən uşaqlara diferensial yanaşmış olmaram. Mənim uşaqlarım zəifdir, ortada güclüdür. Mən onlara uyğun məqsədimi götürməliyəm ki, hamısını nəzərə alım. Axır bu məşğələnin sonunda bu uşaq nəsə nəticə əldə eləsin. Biliyinin üstünə biliyi gətirsin. Və məqsəd necə seçilir bilirsiniz? Bildiyini yazmırsan ha. Məsələn, bu məşğələdə mən götürmüşəm, ailəsi haqqında danışır. Elə gələn məşğələdə mən eyni məqsədi götürməli deyiləm. Yəni eyni məqsədi götürə bilərəm ha. Amma məsələn ailəsi haqqında danışır, mənim sadə məqsədimdirsə, gələn dəfə mənim məşğələmdə uşaq bunu bildi də, gələn dəfə mənim məşğələmdə yaxın qohumları adlandırır, birinci məqsəd kimi götürə bilərəm. Çünki növbət dəfə o uşaq istəyirəm ki, yaxın qohumlarını adlandırsın, o zəif uşağım. Getdikcə o məqsədlər dəyişir. Yer dəyişir. Başa düşürsünüz? Birinci ailəsi haqqında danışır, öyrənirsə, gələn dəfə yaxın qohumları öyrənməlidir. Növbət dəfə ailəsi haqqında məlumat öyrənməlidir. Eyni zamanda yəni bu üçüncü yerdə duranda dəyişir, tamamilə fərqli bir şey olur. Təqdimat edir. O məktəbə hazırlığa aiddir. Yəni təqdimatda hazırlaya bilər. O məktəbə hazırlığın belə deyim təlim nəticələrinə aiddir. Yəni niyə dəyişir? Mən bu dəqiqə tutaq ki, bir dənə, 2 dənə məqsəd götürürəm, mürəkkəb məqsəd. Mürəkkəb məqsəd götürürəmsə mənim qrupumdakı güclü uşaq üçün bu yaxşıdır. Hə, o öyrəndi, əla. Öyrəndi. Bəs zəif uşağım elə baxa-baxa qalır. Güclü öyrəndi, cavab verdi, zəif qaldı. Mən zəif üçün də nəsə öyrətməliyəm də, zəif üçün də maraq yaratmalıyam, diferensial yanaşmalıyam, fərqli yanaşmalıyam. Yəni bu olmalıdır. Sonra nə deyəcəkdim sizə? Bir məqamı da vurğulayacaqdım, unutdum. Yəni bir sözlə zəif, orta, güclü nəzərə alınır. Yəni nəzərə alınmasa artıq buradan düzgün inkişaf getməz. Sonra nə deyəcəkdim? Aha, bunlar əsasında da müəllimlər qiymətləndirmə aparıram məşğələ sonram ki, bu uşaq bunu bacardı, bu uşaq bunu və iş üsullarım, iş formam bunu ki, motivasiya dərk etmədən keçəndə bunlara gəlib sizə göstərəcəm, canlı-canlı bu situasiyaları sizə dərindən öyrədəcəm. Hansı ki, bunları heç kim öyrətmir. İnanın mənə heç kim öyrətmir. Heç kim. Heç kimdə nə görməmişəm, nə də kimisə öyrətdiyini də yəni şahid olmamışam. Ona görə də müəllimlər dərindən bilirlər. Belə müəllimlər, bura qədər ümid edirəm ki, hər şey aydındır. Yəni deməyim odur ki, mənim qrupumdakı zəif uşaq üçün, orta uşaq üçün, güclü uşaq üçün mən ayrı-ayrı məqsədlər alıram ki, o uşaqlar üçün sıxıcı olmasın. Güclü uşaq üçün aldığım məqsəd zəif uşaq üçün maraqsız olur. Çünki o bilmir, onu bilə bilməz. Və yaxud da ki, müəllimlər, mən güclü məqsəd almadım. Zəif uşaq üçün aldım məqsədi ilə, 2 dənə məqsəd elədim, ikisi də zəif. Amma mənim güclü uşağım onu bilir axı. Mənim güclü uşağım onu bilirsə, mən o zəifi keçməklə onun marağını yarada bilərəm. O bunu bilirdi onsuz da. Yenə də dərsdə təkrarlansın, yenə də maraqsız olacaq. Mən onun üçün də nəsə yeni bir məlumat əldə etməliyəm ki, o da maraqlı olsun, ona da maraqlı olsun, ona da maraqlı olsun. Yəni bu məqam önəmlidir. Sonra vurğulayacaqdım sizə. Bir dəqiqə müəllimlər, yadıma salım. Aha, yadıma düşsə deyəcəm.
Hal-hazırda yadımdaydı, inanırsınız. Dedim elə bunu da deyim, tamam unuttum. Yəni dediyim kimi hər üçü üçün maraqlı olmalıdır, öyrədici olmalıdır. Aha, bunu deyəcəkdim. Bir də mən məqsədimi elə seçməliyəm ki, bayaq dedimdə sizə bildiyi fəaliyyətin üzərinə yeni bilik gətirməliyəm. Yəni zəif uşağım üçün də tutaq ki, zəif uşağım ailəsi haqqında məlumatlı deyilə, təzədən yenə də məqsədimi ailəsi haqqında məlumatlı qoymalı deyiləm. Əgər bütün uşaqlarım ailəsi haqqında məlumatlısa, o məşğələ sıxıcı olacaq. Bu gün bunu bilirsə, gələn dəfə biraz daha çətinləşdirməliyəm varislik. O biri dərs biraz daha, nərdivan. Pillə-pillə, addım-addım. Yəni eyni şeyi yazmaq mənasızdır orada. Eyni şeyi yazsam da o mənim güclü uşağım üçün orada nəsə yazmalıyam. Yəni üçü də fərqli olmalıdır. Yəni, onu inşallah gələn dəfələrdə daha dərindən öyrənəcəyik. Bu qədər müəllimlər izahım. İnşallah alt standartların izahında da tam aydın olacaq sizə. Dəqiqə xışıltı gəldi. Aha. Yəni alt standartların izahında tam sizə aydın olacaq inşallah. Heç bir problem olmayacaq. Orada artıq nəyin nə olduğunu çox gözəl dərk etmiş olacaqsınız. Belə, mövzu sizə aydın oldu mu? Bir dənə fikirlərinizi alın və keçək yavaş-yavaş hələnizə 2-3 dənə situativ suallar verməyə. Çox sağ olun müəllimə, aydındır. Təşəkkür edirik. Evvel çok aydın oldu. Sonra çok iyi dersten çıktım, geri dönüş elədim Ayda xanım. O arada itirdim, kayıtta bakıp izleyelim inşallah. İnşallah narahat olmayın. Narahat olmayın. Hay Allah. Dərsin izahı belə. İndi hərənizə bir neçə dənə suallar verəcəm. Mövzulara uyğun. Dərsə qoşula bilməyənlər narahat olmasın. Dərsin izahını da, sual cavabını da bir yerdə göndərəcəm qrupa. İndi keçək hərənizə situativ suallar verməyə. Həm keçdiklərindən verəcəm. Zaten bu mövzunu öyrənmişdiniz. Dərsdə də istədim ki, biraz daha geniş açım ki, sonra test işləyəndə sizə çətin olmasın. Yenə də deyirəm, bizim hardasa 7-8 dərsimizdə sırf öyrənirik. Sonra test işləmə texnikalarına keçəndə o öyrəndiyinizi tətbiq eləyə biləsiniz. Onun üçün sizi bir növ hazırlayıram. Mən yəni indidən bazanı verim ki, sonra çətinlik çəkməyəsiniz də. Yəni bu dediyim qeydləri dəftərinizə yazın, bu mövzunuz hazırdır. Zamanla da keçdikcə biləcəksiniz ki, nəyi nə üçün demişdim. Metodikada da onu göstərəndə tam qavrayacaqsınız. İndi gələk nəyə? Suala cavaba. Sual cavab olmaq istəyən müəllimlər əl işarələrini qaldırsınlar. Dinləyici kimi qoşulmaq istəyənlər dinləsinlər. İnşallah əgər çox vacib işi olan varsa dərsin izahını etmişəm, ayrıla bilər. Amma bir şərtim var ki, kaydı götürürəm. Sabah kaydı dinləsin. Yəni mütləq maraqlanacam. Belə, səs açsın birinci Kəmalə müəllimə Abdullayeva. Hərənizə 2-3 sual verəcəm. Bugün izahımız daha çox fikrimiz daha çox izaha getdi. Ona görə hərəyə 2-3 sual verəcəm. Amma əvvəl daha çox 4-5 verirdim də. Yəni vaxta uyğun həm çoxaldıram, həm azaldıram. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun müəllimə. Aha. Müəllimə, siz mənə vurğulayın, zəhmət olmasa. Səsiniz xışıltılı gəlir. Mümkünsə telefonunuzu bir rahat sabit yerə qoya bilərsiniz. İndi necədir müəllimə? Aha, yaxşıdır. Müəllimə, siz mənə vurğulayın. Belə bir sual verəcəm sizə. Mənim məqsədim hardan çıxır? Bizim məqsədimiz təlim nəticələrindən. Yox, ondan əlavə. Alt standartdan, əsas standartdan yoxsa inkişaf sahəmdən? Ümumi təlim nəticəsindən müəllimə. Alt standartdan. Alt standart deyim. Bəli, alt standartdan. Bəs mənim qiymətləndirmə meyarım hardan yaranır, hardan çıxır? O da alt standartdan. Alt standartdan sonra məqsəddən sonra qiymətlendirmə qiymətləndirmə meyarı. Birinci İnteqrativ məzmun, sonra əsas standart, sonra alt standart, sonra məqsədimiz, sonra qiymətləndirmə. Sağ olun. Bəs mənim belə bir sual vurğulayım sizə. Bəs yaxşı. Mənim inteqrasiyamı mən hansı belə deyim əsas standart üzrəmi, məzmun xəttin üzrəmi, alt standart üzrəmi aparıram? İnteqrasiya mənim alt standart üzərində çıxmalıdır. Alt standart üzrə sübut elədim, göstərdim. Bəli. Bəs yaxşı. Mənim belə deyim hansı standart, daha doğrusu əsas standart yoxsa alt standart hansı tez-tez dəyişir və niyə? Tez-tez dəyişən alt standartdır.
Əsas standart isə mürəkkəb bacarıq tələb olunan zaman dəyişir də. Alt standart isə əsas standartda ifadə olunmuş fikrin bir müəyyən hissəsidir. Yəni alt standart daim dəyişir, 3-cü rəqəmi ilə ifadə olunur. O mürəkkəbliyə doğru gedir də, sadədən Ay, mürəkkəbə yaşa doğru görə, gedir. yaş inkişaf Yaşlara dinamikası görə. üzrə və ya yaş qrupu üzrə Yaş bəli, qrupu. mürəkkəbləşir. Bir də bunu vurğuluyum müəllimlər sizə. Orada sizə göstərdim mən ümumi təlim nəticələrini 1-3 yaş üzrə 3, 4, 4, 5. Onu indi Bəli. vermirəm. Onu necə verəcəm? Gələn dəfə sizə dərs verəndə yanında da bir dənəsini verəcəm. Məsələn, 1-3 yaş üzrə ümumi təlim nəticəsini gələn dəfə hamıdan soruşacağam. Necə soruşacağam? Hərəyə 1-2 sual verəcəm. Mən artıq biləcəm ki, bu müəllimə bilirsə bilir. Yəni təzə dərsimiz bəli standartlar olacaq. Fiziki inkişaf verəcəm sadəcə ki, dərindən öyrənə bilək. İnşallah Fiziki müəllimə. inkişafı bilsəz kifayət edir. Və əlavə olaraq da o 1-3 yaşı da verəcəm. Yanındakı o 1-3 yaşı da öyrənə biləsiniz. Yəni bir növ onların hamısını mən məşğələləri keçdikcə davamlı təkrara qayıdıb sizə təkrar elətdirəcəm. Təkrar elətdirməsəm o yaddan çıxacaq. Yəni sizə demişdim də keçən dəfəki müəllimlər, bizim mövzumuz məzmun xəttinə, əsas standarta gələndə çox sutiativ olacaq. Çox belə beyin qarışdırıcı olacaq. Çox qəşəng dərk eləyəcəksiniz xırda incə məqamları öyrənəndə. Eyni zamanda da maraqlı olacaq. Niyə? Çünki bağçada biz onu tətbiq edirik, biz onu bilirik əslində. Bir də müəllimə vurğulayın mənə bir məqsəd neçədən olmalıdır? Məşğəlimdə mən neçə məqsəd götürməliyəm? 3-4 ola bilər müəllimə məqsədimiz. Bəli, çünki 4-5 olanda mən bir məşğələdə 4-5 dənə məqsədə çata bilmərəm. Çata Bəli, 3 dənə bilmirik. məqsəd götürməliyəm. 3 dənə olanda, Maksimal 4 dənə dövlət onu olanda mənim qarşıma maksimal tələb kimi qoyub yoxsa minimal tələb kimi? maksimal müəllimə. Əla, maksimal tələb kimi. Yox, maksimal yox müəllimə, fikrim də qarışdı Minimal mənim də. deyil. Siz Minimal tələb, minimal bayaq dedim. demiştiniz bayağı. Minimal Bəli, bəli, demiştiniz. müəllim elə onu deyəcəkdim ki, bayaq mən minimal dedim, indi də onu vurğulayıram. Deyirəm, Maksimal yox, minimal. Çünki Minimal da dövlət bəli. mənim qarşıma onu minimum qoyub, maksimum yox. Hı. Bir də vurğulayın mənə zəhmət olmasa. Əsas standart böyükdür yoxsa məzmun xətti? Məzmun xətti böyükdür müəllimə. Məzmun xətti 1-ci yerdə durur. Əsas standart 2-ci, alt standart 3-cü. Əla. Bir də müəllimə vurğulayın mənə təlimin təşkilinə verilən pedaqoji tələbləri və pedaqoji prinsipləri keçmişik. Bir dənə zəhmət olmasa sadəcə pedaqoji tələbləri mənə sadalayın. Yəni pedaqoji işçinin qarşısına hansı tələblər qoyulur? Pedaqoji tələblər dedikdə müəllimə uşaq ləyaqətinə hörmətdir, təlimin uşaqların yaş fərdi xüsusiyyətlərinə uyğun forma metodların seçilməsidir, ailələrin təlim fəaliyyətinə cəlb olunmasıdır, uşaqların fiziki psixi zorakılığın bütün hallarından qorunmasıdır, uşaqlara müstəqilliyin verilməsidir, dəstəklənməsidir, uşaqlarla böyüklər və uşaqlar arasında olan əməkdaşlıqdır. Bunlar nəzərdə tutulur. Əla. Müəllimə, bir hansı həm didaktik prinsiplərimiz də var, həm də bizim pedaqoji prinsiplərimiz də. Didaktik prinsipimiz həm pedaqoji şəxsiyyət önümlülükdür, nəticə önümlülükdür. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Səs açsın Sevda Müəllimə Hüseynova. dəstək tuturam, telefonum da ölüb zaretkası. Çox sağ Narahat olun. olmayın müəllimə. Siz sağ olun. Eşidirəm Sevda sizi Hüseynova. Ayda xanım. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Müəllimə, siz də mənə vurğulayın, zəhmət olmasa. Təlimin təşkilinə verilən pedaqoji prinsiplərimiz hansılardır? Sadəcə adlarını sadalayın, nümunə verəcəm. Pedaqoji prinsiplərimiz bizim təlimin təşkilinə verilən şəxsiyyət yönümlülükdür. Diferensiallaşma və fərdiləşmədir. İdraki fəallıqdır, nəticə yönümlülükdür, bir də əyanəlikdir. 5 dənə bizim prinsipimiz var. Əla. Müəllimə, əyanilik olanda nədir əyanilik? Yəni əyanilikdə uşaq necə öyrənir? Öyrənmə fəaliyyəti necə olur? Əyanilik bu məktəbə qədər təhsil müəssisəsində uşaqların öyrənməyə olan marağıdır, marağın stimullaşdırılmasıdır. Öyrəndiklərini daha keyfiyyətlə mənimsəyirlər. Bunların da açar sözləri uşaqların öyrənməyə marağı stimullaşdırılır. Onlar konkret əşya və hadisə üzərində qurulur. Uşaqlar tez və asan yadda saxlayırlar məlumatı əyanilik olanda. Ondan sonra biliklər hafizə üzərində uzun müddətli olur. Bir də ki, uşaq yönümlü təlim təşkil edilir. Düzdür.
Əyanilik niyə uşaq önümlülüyü kimi təsəvvür olunur? Niyə uşaq önümlü təlim təşkil olunmuş kimi olur? Əyanilik nə özəlliyi var ki? Əyanilik bizdə axı uşaq yönümlülükdədir o. Uşağın meyl marağıdır. Mən Aha. bilirəm, bundan irəli gəlir Ayda xanım. Aha, Biz meyl uşaqların marağı. Meyl Bəli. marağından əlavə o yox müəllimə. Məsələn, dərsə giririk elə, qəşəng əyani vəsaitimiz, resursumuz, şəkillərimiz olanda dərs daha maraqlı olurdu uşaqlar üçün. Yəni uşaqlar Vizual. istəyirlər ki, Ayda dərsi xanım, bəli, vizual görürlər onlar, vizual daha maraqlı həvəsli olur. olurlar. Amma Bəli. danışanda mən nağıl kimi danışanda onları yuxu basır. Amma ona görə də Bəli. əyani vəsait daha yaxşıdır. Söhbət nədən gedir? Daha Uşaqlara maraqlı olur. maraq, daha rəngbərəng olanda onları cəlb eləyir. Bəli, rəngarənglik yüksək olur. Bəs yaxşı müəllimə, hansıdır ki bu bir növü uşaqlar daima axtarma, araşdırma fikrində olurlar, marağında olurlar. O idrakdır. İdrak fəallığıdır. İdrak niyə idrak? Onları orada araşdırırlar daimi. Onlar orada müstəqil öyrənmək istəyirlər. Bunların öyrənməyə marağı olmasıdır. Müqayisə edirlər, ümumiləşdirmək istəyirlər. Bir də ki, kognitiv xarakter daşıyır. Əla. Düzdür. Kognitiv xarakter, yəni axtarmaq, araşdırmaq da, yəni axtaran, bəli, kognitiv, yəni idrak deməkdir. Axtarmaq, araşdırmaq, Bəli, təhlil etmək, koqnitiv müqayisə etmək, görəndə- öyrətmək. Hamısı Ayda xanım. idrak fəallığına aiddir. Hı. Bizim idrak fəallığımız da inkişaf yönümlülüyü didaktik prinsipinə aiddir. Unutmayın bunu. İdrak fəallığımız bərabərdir inkişaf yönümlülüyü. Niyə bilirsiniz? Çünki uşaq öyrənmə marağındadırsa, daim axtarırsa inkişaf edir deməkdir. Bu da həm də didaktik prinsiplərimizdən inkişaf yönümlülüyə aid olur. Bəs vurğulayın mənə görüm. Mən uşağa dərsi izah edirəm, uşaq onu qavramır. Yəni dəfələrlə izah edirəm. Hər vasitələrini uşaq yəni yadında saxlaya bilmir. Yəni buradan deyirəm, buradan unutur. Hansı O pedagoji prinsipin tələbi pozulur. Mühümdə diferensiallaşmadır, fərdiləşmədir. Yo, niyə? Yox, elə deyil. Axı Şəxsiyyət yaddaşı yönümlülüyü- zəifdir uşağın. Mən hər cür izah eləyirəm. Mən niyə diferensial yanaşdım axı, meyli maraq yaratdım axı? Uşağın yaddaşında, şuurunda problem varsa bu şəxsiyyət yönümlülüyüdür də müəllimə. Şəxsiyyət yönümlülüyüdür də. Bəli. Bəs uşağın marağına uyğun təlim təşkil elədimsə? Uşağın marağına uyğun o diferensiallaşmadır. Ayda, bayaq dediyim o gibi. diferensiallaşmadır. Bir də vurğulayın mənə, bizim neçə inkişaf sahəmiz oldu? 4. Ay, Dörd sağ ol. inkişaf sahibi. Aha. Birinci Məzmun fiziki inkişaf xəttini. sağlamı, ikinci Məz- idraktır, üçüncü estetikdir, dördüncü sosialdır. Biz onun yerini dəyişdirməməliyik. Onu həmişə yadımızda saxlamalıyıq ki, ardıcıllıq budur. Aysan, bəs yaxşı. Vurğulayın mənə. Məzmun xətti böyük planlaşdır, yoxsa əsas standart? Məzmun xətti ana xətt axı bünövrədir. Böyüyümüz odur. Düzdür. Onu düzdür. siz YouTube'da da baxmışam, deyirsiniz, anası məzmun xətti, onun Ay, qızı sağ ol. əsas standartdır, Siz o onun kayda qızı qulaq alt asmısınız, standart. bəli. Eynən. Yəni onu o formada izah eləmişəm. İndi bir dənə fizikini göndərəndə özünüz görəcəksiniz də. Sadəcə onları biraz yadda saxlamaq çətin olur, amma tam xırdalığına qədər biləcəksiniz. Bir dənə yaddaşınıza yerləşdirməyə qalacaq. Bir də vurğulayın müəllimə siz mənə. Belə deyim, deyirik ya, hansı standartdır ki, yaş qrupları artdıqca o da dəyişir? Alt, o daimi dəyişir. Niyə Əsas dəyişir? standart- Yəni Yaşa uyğundur da. Yəni hər yaşlı yaşda eynisini niyə artdıqca- götürmürəm mən? Hər yaşda istəyirəm ki, eyni olsun da, eyni şeyi öyrənsin Eyni uşaq. olmasa bu uşaq böyüyür, hər yaşa uyğun da özünün alt standartı var. da. Ay. Qiymətləndirmə hansına aiddir? Alt standart, əsas standart yoxsa məzmun xətti? Qiymətləndirmə alt standartı. Aha. Budur. Yaxşı. Bəs hansıdır ki bu? Burada belə bir nümunə deyim. İnteqrativlik deyəndə necə bir əlaqələndirilmə nəzərdə tutulur? Nümunə gətirin bir dənə də. İnteqrativlik bu alt standartıdır. Alt standartındadır. O Var, niyə? İnteqrativlik nədir də? Necə bir şeydir? Bir dənə də onu da izah edib fərqlənək. əlaqələndirmədir. Ay, sağ olun. İnteqrativlik əlaqələndirmədir. Bir Bəli, tapşırığı verəndə, əlaqələndirmə. məqsədimi reallaşdırandan sonra uşağa əlaqələndirib başqa bir fəaliyyəti də, həmin Bəli. tapşırığı başqa bir fəaliyyətdə icra edə bilirəm. Təşəkkür edirəm Sevda müəllimə. Səs açsın, Çox Könül sağ olun. müəllimə Allah Nuradinova. sizi var eləsin. Çox Sağ sağ olun. olun. Axşamınız Sağ xeyir olun. olsun Ayda müəllimə. Axşamınız xeyir olsun Könül müəllimə. Ya ümid edirəm ki, dərsi tam öyrənmisiniz. Artıq siz ikinci dəfədir Öyrənmişəm, qoşuluyorsunuz. bəli. İnşallah Əla. yaxşı cavab verərəm. İnşallah.
Siz mənə vurğulayın. Bizim müəllimlər, bir də bunu sizə qayda kimi deyim, yadınızda qalsın. Sizə desək ki, ümumi məktəbə qədər təhsildə neçə dənə əsas standart var? Baxın, bunu necə biləcəksiniz, bilirsiniz? Bunu bir qayda kimi dəftərinizə yazın. Məsələn, fizikinin 3 dənə əsas standartı var, deyilə, idrakin 3 dənə var, oldu 6 dənə. Estetikin 2 dənə var, göstərmişdim ki, bir dənə estetikdə 2 dənə əsas standartdır. Bu oldu nə qədər? 6, 7, 8. Sonra ay sağ olun. Sosial emosionalın isə neçə dənə standartı var? Deyəcəksiniz ki, 3 dənə. Ümumi nə qədər elədi? 11 dənə. 11 dənə elə. Amma sizə desək ki, müəllimlər, bəs yaxşı, aşağı yaş qrupunun neçə dənə əsas standartı var? Baxın, 2-də, 3-də, 3-də, 4-də, 4-də, 5-də, 5-də, 6-da 11 dənə də əsas standart. Amma 1-də 2-də 1-də 2-də 10 dənədir. Niyə? Çünki orada bir dənə standartımız var ki, bizim 4.3. Onu mən qaydada vurğulamışam. Onu demişəm ki, dəftərinizə də yazın. 4.3-ün axırıncı bizim standartımız var, hörmət, dözüm, tolerantlıq. 1-2 yaşındakı uşaq hələ ətrafı görür, qavrayır. O dövrdə mən uşağa hörməti, dözümü aşılaya bilmərəm də. Ona görə o cədvəldə yoxdur. 1-2 yaşında 10 dənə əsas standartdır. Bir dənə bunu qayda kimi dəftərinizə yazın, sonra qaydada nə demək istədiyimi biləcəksiniz. 2, 3, 3, 4, 4, 5, 5, 6-da isə 11 dənə. Yəni ümumi olaraq 11 dənədir. Amma 1-2 yaşlı sizdən sırf soruşan olsa, deyin ki, 10 dənə əsas standartdır və bu səbəbə görə. Müəllimə, bir də vurğulayın mənə, əsas standartın hansı funksiyaları var idi? Əsas standart deməli, əsas standart təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir, Ayda müəllimə. Əsas standart özü 2 yerə ayrılır. Bilik və fəaliyyətdən ibarətdir. Bilik uşağın deməli nə edəcək? Üzrlü hesab edeyim, mən məzmun standartından danışdım. Aha, müəllimə, bəs yaxşı, alt standartın hansı funksiyaları var? Onu da deyin. Alt standartın deməli funksiyaları təlimin məqsədinin dəqiq müəyyən olunması, təlim strategiyasının düzgün seçilməsi, təlimdə inteqrativliyi təmin etmək, bir də təlimin davamlı inkişafının təmin edilməsi. Bəs yaxşı. Bir də vurğulayın siz mənə. Məsələn, təlim nəticəsinin dəqiq müəyyən olunması dedikdə nə nəzərdə tutulur? Qaydada var. Yəni, niyə nəticə alt standartdan götürülür? Onun qaydada izahı var. O daha çox genişdir deyə çox izah eləmək istəmirəm. Dəqiq müəyyən olunması, yəni məqsədimiz alt standartdan çıxır. Təlimdə məqsədimiz alt standartdan çıxır. Məqsədimizi dəqiq müəyyən eləməliyik. Yəni, əvvəlcədən bu nəticə yönümlülük prinsipinə əsaslanır. Əvvəlcədən məqsədimizi dəqiq müəyyən eləməliyik. Dərsimizin planını, məzmununu əvvəlcədən müəyyən etməliyik. Düzdür. Yəni, bunların hamısı alt standarta eyni zamanda aiddir. Müəllimə, qeyd eləyin siz. Bəs yaxşı. Əsas standartla məsələn, yox, bilik nədir, fəaliyyət nədir? Mənə situasiya üzrə onu izah edin. Bilik uşağın nə öyrənəcəyi, fəaliyyət isə onun necə yerinə yetirəcəyi deməkdir. Aha, yəni nümunə gətirin. Məsəl üçün, belə nümunə gətirə bilərəm ki, sadə riyazi təsəvvürlərə malik olduğunu, uşaq sadə riyazi təsəvvürlərə malikdir. Sadə riyazi təsəvvürlərə, yox, bu düzgün olmadı. Sadə təsvirlər çəkir. Sadə təsvirlər çəkir. Yəni, sadə təsvirləri bilir, burada bilikdir sadə təsvirlər. Çəkir, onun fəaliyyətidir. Ay, sağ ol. Bilik hissəsidir, çəkir, fəaliyyət hissəsidir. Çox gözəl. Bilik və fəaliyyəti də dedik. Sonra vurğulayın mənə. Bəs yaxşı, qeyd eləyin görüm. Sizə demişdim ki, müəllimlər, mən bir dənə test paylaşacağam. Bir dənə onu paylaşım burada. Bilik və fəaliyyəti izah eləmək üçün dedim ki, test paylaşacağam. Gözləyin bir dənə xəttə. Onu da atım mən göstərim sizə. Tam. Biliyinlə fəaliyyətin, Artinin paylaşdığı testidir seminarlarda. Gözləyin.
Burada da qeyd olunub. Azərbaycan Respublikası Təhsil İnstitutu. Yəqin ki, oxunmasa da mən oxuyaram burada sizlər Hə, üçün. mən görə bilmirəm Ayda müəllimə, zəhmət olmasa Narahat siz olmayın. Biraz effekti itib, keyfiyyəti ona görə şəkil kimi saxlamışam hər birini. Mən oxuyuram. Baxın, deyir ki, hər bir standart bilik və fəaliyyətdən ibarətdir. Burada məzmun uşaqların nə öyrənəcəyini, yəni bilik hissəsini, fəaliyyət isə necə öyrənəcəyini nümayiş etdirəcəyini bildirir. Hansı nümunədə məzmun və fəaliyyət hissəsi düzgün müəyyənləşdirilmişdir? Baxaq, uyğunlaşdırma testləridir. Bir dənə nümunəyə baxaq. Deyir ki, burada məsələn, birincidə 1, 2, 1, yəni 1.2.1 ilkin gigiyenadır qaydalarına daraq, dəsmal, burun dəsmalından istifadə etmək əməl edir. İlkin deyir gigiyena qaydaları deyir bilikdir, əməl edir deyir fəaliyyətdir. Düzdürmü müəllimlər? Düzdür? Yəni ilkin gigiyena qaydalarına əməl edir də, ilkin gigiyena qaydaları bilik, əməl edir fəaliyyətdir. Bəli, müəllimə. 100%, bəli, bayaq dedim də sizə, əməl edir fəaliyyət, iş görmək hissəsi. Demək ki, mən neynirəm? zamandadır. Ay sağ olun. İndi bir dənə test işləmə texnikasına bir ipucu verim sizə. Hələ keçəcəkdir, onu gələcəkdə izah eləyəcəm. Neynirəm? 100% əminəm də, imtahandasınız, %100 əminsiniz ki, bu bir düzdür. 1 olmasın, 2 olsun, 2 olmasın, 3 olsun. Məsələn, 1-i bilmədiniz, belə götürək. Bilmirsiniz 1-i. Beyniniz qarışdı, bilmirsiniz, 2-yə baxırsınız. 2-yə baxaq, deyir ki, masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir. Deyir, masa arxasında süfrə mədəniyyəti fəaliyyətdir, nümayiş etdirir, bilikdir. Düzdür? Xeyr. Masa Ay, arxasında sağ ol. süfrə mədəniyyəti bilikdir, nümayiş Bilikdir, nümayiş etdirir fəaliyyətdir. Ay, Beş- nümayiş beş etdirmə altı işində yaşa iş ait görməz. Ayda Nətər bilik müəllimə ola bu. bilər? Ay, sağ olun. 5-6 Nümayiş yaşında. etdirmə nətər bilik ola bilər? Nümayiş etdirmə işdir, nümayiş etdirir artıq. Süfrə mədəniyyətini mənə göstərir. Demək ki, 2 səhvdir də müəllimlər %100. İmtahandasınız, siz bilirsiniz ki, %100 2 ola bilməz. Neyinirsiniz? Özünüzü yormusunuz, düşürsünüz aşağı. 2 olanları atırsınız gedir. A variantını getdi, B variantı getdi. Neynədim? Yerdə qalır, ya cavab C olacaq, ya D olacaq, ya Y olacaq. Sonra baxıram digər, yəni A-ya ilə B-yə daha mən baxıb özümü yormuram. Çünki A, B %100 ola bilməz. 2 olanlar səhvdir. Bura baxıram. Ətraf aləmdə baş verən hadisələri adlandırır. Ətraf aləmdə baş verən hadisələr deyir fəaliyyətdir, adlandırır isə deyir bilikdir. Düzdürmü? Səhvdir. Xeyr, Ətraf aləmdə baş verən hadisələr bilikdir, adlandırır da fəaliyyət. fəaliyyətdir. Ay, sağ olun. Düzdür. Adlandırır artıq işdir də, iş Bu da görməkdir, 4-5 fəaliyyətdir. yaşa aiddir, ümumi təlim nəticələrindən. Ay, sağ olun. Düzdür. Əla. Siz onu bilmirsiniz də nə gözəl. Yəni onu indi əlavə gələcəyə verəcəm, amma çox gözəl. Onları Yəni mən bilmirsiniz də bir əzbərləmişəm Ayda burada müəllimə. baxır. Əla. Yəni müəllimlər, burada artıq ətraf aləmdə baş verən fəaliyyət hadisələr bilik olmalıdır. Adlandırma iş görməkdə hərəkətdir, fəaliyyət olmalıdır. Amma burada tərsinədir. Hadisəni bilik kimi götürüb adlandırmanı yox, hadisəni fəaliyyət kimi götürüb adlandırmanı bilik kimi götürüb. Demək ki, 3 səhvdir, %100 səhvdir. Məsələn, mən getdim imtahana, 1-i bilmədim, 2-ni bilmədim, amma 3-ü bilirəm ki, %100 səhvdir. Neynirəm aşağı düşüb? 3 olanları atıram gedir. B getdi, C getdi, D getdi. Yerdə qaldı Y variantı. İndi baxıram 4-ə. Ay, sağ ol. Əşyalarla 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirilir. 3 dairəsində riyazi əməliyyatlar bilik, yerinə yetirilsə fəaliyyətdir. Fəaliyyət. Bu da orta Ay, qrup. sağ ol. Düzdür. Cavab 1-4. Y bəndi. Ay, sağ olun. 1-4. İmtahanda olanda, yəni test işləmə texnikasından istifadə edin, variantların arasında gəzməyin. İmtahandasınız, bilirsiniz ki, 100% birincisi düzdür də, yəni oyanıb yanı yoxdur. Nə edirəm? Bir olanları saxlayıram, qalanlarını atıram gedir. A-nı saxlayıram, C-ni saxlayıram, Y-ni saxlayıram. B ilə D-ni atıram gedir. Və yaxud da əminəm ki, 3 ola bilməz. 3 ola bilməyəndə nə edirəm? Yəni əmin olduğunuzda çıxırsınız oradan. B-ni atırsınız, C-ni atırsınız, D-ni atırsınız. Yerdə qalır A, B. Cavabı tapmaq çox rahat olur. Onu inşallah gələcəkdə mən sizə dərindən öyrədəcəm. Yəni bu testi də işlətməkdə məqsədim oldu ki, bir növ tətbiq elətdirək ki, yəni bu Arti bu testi paylaşıbsa, bu imtahanda qarşınıza çıxa bilər. Belə. Deyin müəllimə, siz mənə, könül müəllimə, bir son olaraq da bunu irəli sürün. Təlimin təşkilinə aid sual verdim mən sizə. Verməmişsə Ayda müəllimə. Aha. Təlimin təşkilinə verilən pedaqoji tələblərdə bu hansıdır ki, deyir, hafizə üzrə uzun müddətli yadda qalır? Hansı təlimin təşkilinə verilən prinsipdir ki, bu hafizəni yəni yadda qalma yüksək olur? Hafizə üzərində bu əyanilikdir Ayda müəllimə. Əyanilikdir. Ay, sağ olun. Çünki Düzdür, tətbiqi əyanilik. biliklər uzun müddət yadda qalır.
Tətbiqi biliklər nə deməkdir bilirsiniz? Bir var, bayaq həmişə yeməkdən nümunə gətirirəm. Hər kəsin tanış olduğu bir məqamdır. Hər birimiz qadınıq. Məsələn, bir yeməyi deyim. Tutaq ki, bir var, həmişə reseptini eşidəsən, o resept yadından çıxır. Elə deyil? Amma bu gün mən Bəli. tutaq ki, mənə şorboqalı resepti deyirlər ki, belə olur, bunu qat, amma mənim yadımda qalmır. Amma mən bir gün o şorboqalını öz əlimlə bişirsəm, o mənim yadımda qalacaq. Çünki mən onu tətbiq etmişəm. Tətbiqi Bəli, biliyimdir tətbiq mənim. Mən onu həyata keçirtmişəm. Artıq o şorboqal mənim yadımdan çox gec çıxacaq. Çıxsa da çox gec çıxacaq. Amma mənim eşitdiyim mənim yadımdan tez çıxır. Gördüyüm amma gec çıxır. Yəni ona görə də tətbiqi bilik, əyani bilik eşitdiyimə görə daha uzun müddətli olur, uzun daha müddət davamlı yadda olur. qalır. Ay sağ ol. Bəli. Belə yadınızda qalsın. Bir də vurğulayın mənə, bəs uşaq məsələn, yeni mövzuları axtarır, araşdırır, öyrənir, dərsdə fəaldır, əl qaldırır, Bu o idrak maraqlı suallar verir fəallıqıdır mənə. Ayda müəllimə. Daima araşdırır, müstəqil öyrənməyə marağı olur. Bu idrak Ay, fəallığı. sağ ol. Düzdür. Təşəkkür edirəm müəllimə. Ayda Çox müəllimə, sağ olun. keçmiş Düzdür. mövzulardan da sual verin də. Mən keçən dəfə sual-cavabda iştirak eləmədim. Sizə demişdim. Bəli. Keçmiş mövzulardan bir dənə bunu vurğulayım sizə. Tədris dilimiz hansı dildə olur? Demişdik. Tədris dilimiz Azərbaycan dilidir. Azərbaycan dilini əgər uşaq bilirsə, yəni 3 yaşdan sonra başqa dillərdə də öyrənə bilər də, yəni başqa dilləri də öyrənə bilər. Müəllimə, su iaşə obyektləri maddi texniki bazadır yoxsa infrastrukturdur? Su iaşə obyektləri infrastruktura aiddir. Bir də mənə vurğulayın siz. Məsələn, deyirəm ki, asudə vaxtının səmərəli təşkili kimin Asudə hüququdur, vaxtın kimin səmərəli vəzifəsidir? təşkili uşaqların hüquqlarına aiddir. Bir də mənə bunu vurğulayın siz. Əmək müqaviləsində yer alan bütün funksiyaları icra etməlidir. Yəni orada yer alan qaydalara əməl etməlidir. O müəllimin hüququdur. Yox, hüququ deyil. Əmək kitabçamda yazılıb ki, bunu elə mən deyə bilərəm. Vəzifəsi, müəllimin Vəzifə. vəzifəsidir. Bəs iş usulu, iş formasını seçmək? İş usulu, iş formasını seçmək müəllimin hüququ. Sağ olun. Təşəkkür edirəm. Əla. Sağ olun, Ayda Səs müəllimə. açsın. Sağ olun. Səs açsın Güldanə Musayeva. Axşamınız xeyir Ayda müəllim. Axşamınız xeyir olsun Güldanə müəlliməm. Ümid edirəm ki, siz də öyrənmisiniz. Axşamınız xeyir. İnşallah. Könül müəllimə bizim rəhbərimizdir. Bir yerdə Siz bir yığışır vaxtdan- müzakirə. Bəli, Əla, yolda yaxşı olacaq, inanıram. Müəllimə, bir o da yerdə. siz mənə vurğulayın. İnşallah yaxşı olar. Siz mənə İnşallah. vurğulayın. Əsas standart nədir? Məzmun xətti nədir? Alt standart nədir? Bunları bir-birindən sadəcə kiçik bir nüansla fərqləndirin, situativ suallar verəcəm. Deməli, məzmun xətti hər bir kursda müəyyən olmuş məzmunun əsas hissəsidir. Bünövrəsidir, ana xətti. Birinci rəqəmlə ifadə olunur, məqsədimizə aparır, dəyişməzdir. Bu məzmun xəttidir. Deməli, məzmun xəttini biz inkişaf sahəsi, 4 məktəbə qədər təhsil 4 məzmun xətti var. Buna inkişaf sahəsi deyirik, 4 inkişaf sahəsi. Məzmun standartı amma deməli, bilikdir, fəaliyyətdir. Deməli, bilik uşağın nə öyrənəcəyidir, fəaliyyət öyrəndiyini necə nümayiş etdirəcəyidir. Məzmun standartı da 2 hissəyə bölünür. Əsas standart, bir də alt standart. Deməli, əsas standart bəzən dəyişir, mürəkkəb bacarıq tələbi olanda. İkinci rəqəmlə ifadə olunur, bir də summativ qiymətləndirmədir. Alt standart amma daimi dəyişir. Deməli, üçüncü rəqəmlə ifadə olunur, formativ qiymətləndirmədir. Deməli, illik planlaşdırma da əsas standartdan çıxır. Alt standart, cari planlaşdırma alt standartdan çıxır. Deməli, alt standartda bizim məqsədimiz dəqiq olmalıdır, iş forması, iş üsulu buradan düzgün seçilməlidir. Sonra inteqrativliyi təmin etməliyik. Bir də məzmunun davamlı inkişaf etdirilməsidir. Yadımda bu qədər. Bir də müəllimə, vurğulayın mənə siz. Deyirəm ki, məsələn, alt standartda niyə mənim məqsədim alt standartdan çıxır məhz? Çünki alt standart əsas standartın fikri müəyyən bir hissəsidir. Əsas standartın müəyyən bir hissəsidir.
hər yaş qrupuna uyğun elə bil ki, alt standartı çıxar, alt standartı Alt stand çünki mənim dəqiq müəyyən olunan fəaliyyətim alt standarta görə çıxır. Çünki alt standart mənə dəqiq hansı işin görüləcəyini deyir, amma əsas standart ümumi deyir. Məsələn, əsas standart deyir ki, ümumi sadə fiziki hərəkətləri yerinə yetirilir. Məsələn, yerinə 1.1-in yetir. standartını götürək, amma alt Əsas standart standart nədir? Tutaq ümumi ki, deyir də, alt standart elə bayaq bil onu xırdalayır da. ay sağ olun. Hansı işlər varsa onu deyir. Bayaq dedim sizə. 1-2 yaşında nümunə oxudum. Sağa dönür, yana dönür, ayağa durur, pilləkənləri qalxır. Burada artıq mən bilirəm ki, nə iş gedir də. Uşaq pilləkənmi qalxır, sağa mı dönür? Amma sadə fiziki hərəkət deyəndə bu əsas standartındır. Sadə fiziki hərəkətlər ümumi xarakter daşıyır. Yəni ümumi bir sözdür. Bütün yaş qrupları üzrə eynidir. Yəni çoxlu sadə fiziki hərəkət var, eyni qədər. Amma alt standart mənə dəqiq hansı olduğunu mənə deyir. Hə, Ona bəli, görə də əsas standart ümumi deyilir də, məsəl üçün inkişaf sahəsindən idrakın 3 dənə əsas standartı var. Burada məsələn birinci əşya və hadisələrdən 2.1 əşya və hadisələr haqqında məlumat verir. Alt standart onu başlayır, məsəl üçün müşahidə etdiyini adlandırır. Çox da alt standartın 8-i 7 nə alt standart. Bir əsas standartdan 8, 9, 10 dənə hətta alt standartı çıxartmaq olur. Məqsəd çıxartmaq olur. Bir də vurğulayın siz mənə. Bəs yaxşı. Bir məşğələdə neçə məqsəd olur? Deməli, məşğələdə 3-4 məqsəd olur. Aha. Tərbiyəçi fəaliyyəti olmamalıdır. Uşaq fəaliyyəti hökməndir. Düzdür. Yaxşı. Uşaq fəaliyyəti özünü göstərməlidir. Hansı zamanda olmalıdır? Hansı zamanda olmalıdır? İndiki zamanda. Aha. Məqsəddən istifadə etməliyik. Yaxşı. Keçmiş və gələcəkdə olmalı deyil. Təyin edici sözlərdən də istifadə etmək olmaz. Olmaz. 4 dənə də olur dedik. Düzdür. Təlimin təşkilinə verilən pedaqoji prinsiplərdən hansıdır ki, bu hansının tələbi pozulub ki, valideynin müəllimdən xoşu gəlmir. Deyir, çox kobud müəllimdir, xoşum gəlmir, danışıq qabiliyyəti yoxdur. Burada əməkdaşlıq pozulur. Pozulur. Müəllimə, biz bu bayaq müəllimədən sayda, yəni dərsi pozmaq istəmədim. Dedi ki, pedaqoji prinsip 5 dənədir. Amma əslində o əməkdaşlıq orada PDF-də sürüşmüş. Əməkdaşlıq, bəli, orada sürüşmə olub PDF-də. Bəli, amma Elə 6 bir ki, dənədir. O əməkdaşlıqda müəllimə rəqəm birini düşmür. demə. Bəli, pedaqoji Bəli, hə. prinsip 6 dənədir. 6 dənədir, hə. Şəxsiyyət yönümlülük, differensiallıq, fərdləşmədir, əyanilik, nəticə yönümlülük, əməkdaşlıq, bir də idrak fəallığı. Aha, bir də müəllimə, deyin mənə, bəs əyanilik nədir? Əyanilik uşaqlara məşğələnin keçdiyimi vaxt əyani vasitədən, resurslardan istifadə edilir, illüstrasiyadan istifadə edilir. Uşaqların yaddaşında, hafizəsində uzun müddətli qalır. İstəyir nağıl danışanda, istəyir şeir danışanda, istəyir oyun təlimin hər bir vasitəsində də, yəni resurslardan istifadə edəndə, illüstrasiyadan istifadə edəndə uşağın yaddaşında uzun müddətli qalır. Müəllimə, bağışlayın sözü kəsirəm, axşamınız xeyir. Biraz narahatam, çıxa bilərəm dərsdən. Bəli, müəllimə, olar. Müəllimə, bir də vurğulayın siz mənə. Tutaq ki, son olaraq müəllim dərs prosesində uşaqlara dərs həm əyani izah eləyir, həm oyunlarla izah eləyir, həm səs dinlətərək izah eləyir. Burada artıq nəyi nəzərə almış olur? Differensiallıq fərdləşdirməni. Hər kəsin öyrənmə tərzini nəzərə almış olur. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun, siz sağ olun. Sağ olun. Lətifə müəllimə Qəndiyeva yazılıb. Salam, axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Müəllimə, siz mənə deyin görüm. Deyirəm ki, dəyişməzdir. Hansıdır ki, bu dəyişmir, leytmotivdir, ana xəttir? Məzmun xətti dəyişmir, leytmotivdir, ana xəttir, bünövrədir. Məzmun xətti bizim məqsədimizə aparır. Aha, düzdür. Birinci rəqəmlə ifadə olunur. Əsas standart bəs? Bəli. Əsas standart bəzən dəyişir, daha mürəkkəb bacarıq tələb olunanda dəyişir müəllimə.